Bu videoda astral dərəcədə söyüş mövcuddur. Əgər söyüş görmək və eşitmək sizi narahat edirsə, videonu dərhal bağlayıb getməyinizi tövsiyə edirik. Əks təqdirdə etdiyiniz seçimləri məsuliyyət ilə sizi baş-başa buraxıb videoya başlayırıq. Qanunlara salnamələrinin bir növ davamı olan Qiyamət qeyrətnamələrinin ilk bölümünü oynuyoruz. Yanımızda Nurlan Abbaslı var, Old School GM, Aymir Aydınlı var, Rüstəm Səfərli var və hamının sevimlisi Abbas Ramazanov. Sən niyə Pokemon kimi qeyd elədim, heç bir fikrim yoxdur. Oldu müəllim yəni. Belə bir şey oldu. Təşəkkür edirəm. Biz bugün Qanunlara salnamələrinin ilk sezonumuz Plagiat kanalında 9 bölüm var. Bu da onun bir növ davamı kimi olacaq, ikinci sezonu kimi, amma yeni karakterlərlə, yeni məkanlarda və yeni macəralarla deyək. Və hətta yeni sistemlə, yeni Foundry application ilə, hər şey yenidir yəni ki. Bir dənə Google Meet yenidir. Onun da zaten sizə çox dəxli yoxdur. Nəysə, istəyirəm birinci başlayaq məkanımızdan, settingimizdən, harda keçir hekayəmiz. Oyunumuzu Shadow of Dark üzərindən oynayacağıq. Shadow of Dark rules light bir sistemdir. Dungeons and Dragons-ı düşünün, elə belki 10 dəfə daha asanlaşdırılmış halıdır. Və məkan olaraq da birinci sezon, birinci sezona baxmayanlar üçün də qısa bir şey olsun. Bizim ölkəmizin adı Mizagonia ölkəsidir. Rüstəm hara getdi alı? Rüstəm kompüteri deyəsən ikinci kamera yandırdı, kompüteri çəkdi. Hə. Mizagonia ölkəsidir və bu Mizagonia ölkəsində adından başa düşüldüyü kimi, yəni kişilərə daha böyük hörmət var. Və adından başa düşüldüyü kimi deyir. Mizagonia adı qardaş. Olsun. Mizogini də, misoginist. Misogenist bir ölkədir abi. Mən mizah sözü ilə məzələndiyi elə bilirdim. Hə, nəysə. Sən 3 yaşın falan var bura. Ya bura, qəhrəman bütün şeyləri, bütün o sözlər hamısı seksizmlə bağlıdır. Yəni bəli bura. Seksizm kontentli bir world building eləmişəm mən bura. Hər şey evet. Underlined red pill content gedir burada. Underline, yox abi, nə underline? What do you mean underline? Underline, great, underline deyir, üzdədir. Üzdədir hocam. Deməli, biz artıq Mizagoniyanın cənubunda yerləşən Andrabat adlı ərazidə oyunumuzu keçirdəcəyik. Bu mapdəki hər şey, mapi də bir dənə göstərim. Mapdəki bütün məkanlar Mizagoniyanın cənubunda yerləşən Andrabat adlı ərazidə yerləşir. İndi bunların hamısını bir-bir görəcəyik bir-bir. Amma bunlardan əvvəl istəyirəm birinci karakterlərimiz haqqında danışaq. Karakterlər haqqında istəyirəm elə birinci Rüstəmin karakterindən danışaq. Rüstəm, sən öz karakterini bir dənə istəyirsən izah edən insanlara. Adım Saz Qapar. Deməli, bütün məsləhətlərin tam əksinə gedərək uşaqlar mənə məcbur edilər ki, bu dəfə Bard oynayım və başlarına oyun açacam Bardı mənə seçdiklərinə görə. Bu dəfə çox rahat bir oyun vermişdim, oynayaq. Bu dəfə oyun açacaq. You shut your goddamn mouth, officer. Hamı ilə davanı çıxardan bu deyildi. Yes. Bütün problemlər Rüstəmə görə. Həmişə Əsəbidir. Təsəvvürlə Barddan olacaq. Bardda da hər yeriyən şey, neysə. Deməli, yeriyən sıçan var abi oyunda. Saz Qaparın Saz Qapar axtarışda olan bir adamdır. Abbasın əvvəlki karakterinin olduğu krallığın adı nə idi o, yadımdan çıxdı. Çalamistan. Əslində Çalamistan idi, sonradan təzyiqlərə məruz qalıb dəyişdirdik. Çalamistanda Çalamistanda axtarışdayam. Spesifik olaraq da bunun o kəl qardaşı nədir o mənə axtarışdadır. Niyə? Çünki axtarışdayam o mənada. Mən də elə bildim bu internal bir axtarışdayam.
Axtarışdım. Niyəsinə gələcəm? Birincisi mən doğulmuşam, atasız böyümüşəm. Atamız uşaq olanda atıb gedib bizi və mənə yadigar olaraq bir dənə canavar düş qoyub. Atamın kim olduğunu bilmirəm. Sonradan bu əvvəlki karakterimizlərdən mənim ki, spesifik olaraq qəhrəman olduğunu öyrənəndən sonra fikirləşib ki, onun da canavarı var. Cəmaata çox xoş gələ bilərəm ki, bu adam mənim atamdır. Başlayıb bundan da gəzməyə. Yəni hamı yalandan soxur ki, bu adam mənim atamdır əslində. Bu da sübutum canavar dişi gəzdirirəm. Bununla da Çalamıstanın kraliçası ilə yatıb. Sonra da 2 dənə şey var, prinsessalar var. Onlarla da yatıb, amma ayrı-ayrı. Sonradan bunların üçünün də xəbər olub ki, hamısını ayrı-ayrı yatıram və düşüblər axtarışa üstünə. Mən də qaçıram. O gündən bu günə də axtarışdayım və bir yerdə 2-3 gündən artıq qaldım. Çox çəkməyəcək bu. Bu yolda çoxlu da düşmənlərim var. Ən böyük qorxun nədir məsələn? Ən böyük qorxum şeydir, stol. Stol niyə ala? Yox, bunun o qardaşın stolda veçinə otururdu. Bir də müəllim, sazınla bağlı Arxamıza insecurity'm var idi, onu da istənsəz. Hə, sazımın deməli, mənim sazım digərlərindən müqayisədə şeyi qısadır, çox qıraq tərəfi qısadır. Ona görə bəzi adamlar da bilirlər ki, qısadır deyə yaxşı mahnını zilə qalxa bilmirəm. Amma size may be small, but I got the technique. Düzdür. Bu nə qədərdir ki? Abi maksimum 3 dənə, 4-cü notu vurmaq üçün şey eləməlidir. Başqası loot buna keçməlidir ki. Onun səsindən kompensasiya. Başqası loot çalan yerdə izləməlidir abi, belə deyim sizə. Evet, ding 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 for. Kaklus müəllim. Nurlan Amma abi, o uğraşda çox karizmatik oğlan, yəni. çox xarizmatik. Təzə albom da çıxıb abi. Atam girdi və babam getdi meşəyə, yox. Babam getdi deşiyə, atam getdi meşəyə. Nurlan, sənin karakterimi tanıyaq. Bəli, deməli mən hardasa 5000-6000 yaş arası olan Kilyar adında məşhur bir elf sehirbaz olaraq oynayıram. Kilyar sehirlə bağlı öyrəndiyi şeylərin çoxunu unudub və Alzheimer'dan əziyyət çəkir. Amma yenə də necə deyək, özünü Bizim komandaya bax da. Suicide Squad. Yenə də çox təhlükəli bir rəqibdir istənilən düşmən üçün. Və biz gələcəkdə daha yaxşı öyrənəcəyik ki, o niyə belə bir əziyyət çəkir, niyə Alzheimer yaranıb onda. Yəni beyni çönsə düşmənlərinə qorxu dostlarına, düşmənlərə güvən dostlarına qorxu sala bilər yəni. Özünkilərə belə hücum edə bilər. Böyük ehtimalla baş verəcək. Hə, bəli. Aymir, sənin karakterini istəyirsən. Yoxsa sən karakterlə bağlı bir şey demək istəyirsən abi? Sıçan. Yoxsa elə bu qədər bəsdir? Sıçan var. Məki. Məki adında. Hə. Всё. Всё, bu qədər də. Hələ ki bu qədər. Okey. Karakter hansıdır ki? Ola bu ortadakı. Sıçan, məkik. Ortadakı mənə. Ortadakı sıçan var abi böyük. Görmürsən olar? Əmir o sıçandır. Yox. O qədər save-edəm də mən ya. Aymir sıçan deyil abi. Sıçan petidir şeyin, Kilyarın. Hə. Peti nə idi ala? Amma danışan domestik heyvanı da deyim, ev yoxdur ortada yəni. Şimdi özü ilə gəzdirdiyi bir heyvandır, amma sapientdir yəni ki, danışa bilir. Yo, mən keçən oyunda oynayıb olmamışam da, Aymir'in də karakterini istəyirəm. Aymir, karakteri bir dənə izah elə. Mənki şeydir, mən valideynləri ölüb, şeydir. Böyüyüb manastırda, çox dini birinə çevrilib manastırda, beyni yuyublar. Hə, yenə. Bu özü həmişədə. Mən əvvəl orada da yuydular, mən elə buradan beyni yuyulmuş başlayıram başdan. Hə, okey. Şeydir, özü dwarfdur, qəşə saqqalı var. Bir də ki şeydir. Ən çox qorxduğu şey nədir? Social interaction da, elə bil sosial əlaqələr, insanlarla danışmaqdan biraz çəkinir, çünki şeydir, anxiety'si var. Okey, qəşəng. Amma missioner missiyası üçün göndərib. Din yaymaq üçün yolladım. Gəlib belə şeylərə belə. Gəl, qaçır da. Ay sağ ol. Gəl, belə din var. Gəlmək istəsən, bax da bura. Bax da buraya, məcbur eləmirəm. Magicləri yadımdan çıxan bir sehirbaz, musiqi ifa eləyə bilməyən bir nədə aşıyor.
Yəni insanları ikna edə bilməyən bir dindar. Belə bir kadın. Sən də müəllim karizması mənfi bir olan amma Henry Cavill'a oxşayan div yəni. Mənim karakterim də mənə tanıtım mən bilmirəm haqqında. Sənin karakterini əslində qısaca danışdıq bir yaxda yəni. Sən yarı divsən. Özün öz karakterini bilmirsən. Yarı divsən də abi, sənin maman atovu yemişdi, elə bir şey var idi. Hə. Nəysə mən danışım buna, bu yadından çıxıb. Deməli, Abbasın karakterinin anası divdir, atası isə insandır və anası doğumdan sonra atasını yeyir və atasını yedikdən sonra gözləyir ki, uşaq biraz böyüsün. Biraz böyüyəndən sonra onu da yeməyə istəyir, amma ki, yeyə bilmir, evdən qaçır. Evdən qaçır, gedir, uzaq bir qəsəbəyə gedir, Astaral deyə bir qəsəbəyə. Və o qəsəbədə bunu bir ailə götürür, nə idi o? Superman atası ilə anası. Kəndlər. Hə, kəndlər kimi bir cütlük düşün. Götürürlər bunu böyüdürlər və insan uşaqlarından heç bir fərqi olmayaraq böyüdürlər və bu... Prosta bu birlərdən daha çox böyüyür. Hə, və bu yarı divdir deyə təbii ki, digərlərindən daha güclü olur. Amma ki, heç vaxt özünü div kimi görmür, qəbul eləmir yəni ki, özünü insan kimi qəbul edir və divlərə nifrət edir aşırı. Çünki anası atasını yeyib falan, yəni belə travmatik bir şey var deyə. Self-hatred. O yüzdəki Butcher obrazı kimi verir. Hə. Özü çox lawful bir karakterdir, yəni. İnsanlar gələndə yəni şey deyir yəni ki, özünü insanlardan çox, yəni kraldan çox kralcılıq eləyən bir karakterdir əslində. Tamam, uşaq böyüyən Onu demədik. Hə. Onu demədik. 2 dənə şey qaldı. Bir Aymirlə Nurlan siz aksesuarlarınızı taxın, zəhmət olmasa. Hə. 2 Ha şey də filtrlər. Hə. İkinci məsələ şeydir. Biz karakterlərə keçən dəfə demişdik, konkret bir tipi vardı, xarakteri var. Ondan danışmamışıq. Xarakteri nədir? Hə. İstəyirəm bir dənə tutarım bunu onda. Yəni işte adı Divijdir, soyadı Astaralı. Amma bizim Astara ilə əlaqəsi yoxdur. O Astaral qəsəbəsindən gəlir yəni ki. Astar oldu, Divij. Divij Astaralı adı elə bir insandır yəni. Aha. Bu qədər yəni. Hələ ki bu qədərdir. İndi sonrasında Abbas özünə uyğunlaşdıraraq bir şey deyər. Rüstəmin dediyini də məncə Rüstəm keçdə. Rüstəm keç. Sazqapar xasiyyət olaraq əslində ciddi adamdır, dəhşət dərəcədə. Nə elədiyini bilir, çünki sağ qalmaq üçün həmişə axtarışlar deyə qaçır. O vaxta kimi ki, bir dənə qadın xeyli qabağına çıxsın. Holun özünü itirir. yəni həyatında da səhv eləyibsə bir də qadın görən deyil. Tam da gözlədiyimiz şeylər. Özün buraxır yəni. Amma ona qədər dəhşət dərəcədə ciddidir, full yəni şey nəzarəti və şeydir. Qalan şeyə görə xaotik bir karakterdir generally. Yəni vəziyyətinə görə dəyişir alignmenti. Okey, tamam. Aymir, sən əlavə bir şey demək istəyirsən alignmentla bağlı? Mənki neutraldır alignmentı, yəni şeydən... Əslində lawful olmalıdır, amma çox da anxiety'sinə görə neutrala düşür. Neutral çalışır qalsın. Sənki vəbşə Alzheimer deyə xaotik olacaqdır. Tip olaraq, yəni necə danışığız adı. Tipi şeydir də, elə bil utancaqdır biraz, amma wise'dır, yəni ağıllıdır. Amma utancaqdır biraz, çalışır çox şey eləməsin də, cəmaatı çox narahat eləməsin. Əslində sənə bir trik deyim abi. Sən o qədər misal üçün dua eləyib içəri, yəni ki, one way connection-dan dua eləmirsən ki, sən gözləsən sən nəsə sual verəndə cavab gəlməsin. Cavab gələndə özü bitirirsən kimi düşün. Ancaq retorik verir də suallar. Geçər. Nurlan, sənki xaotikdir onda? Yox, mən neutral götürmüşəm. Hə, neutral şey. Yəni Alzheimer'a görə dedim bəlkə xaotik istəyirsən. Yox, şeydir. Yəni mənim üçün fərqi yoxdur. Qayda-qanun əməl elədi, eləmədi. Yəni mənim üçün əsas məsələ odur. Mən də zaten baxmamışam o qaydaya. Sağ qalın. Yəni. Okey, Abbas, sən əlavə bir şey artırmaq istəyirsən karakterin üçün? Şey artırma olur. Artırma. 50 kürək olsun. 50 kürək dostum. Şu eləmək olur, o preslər olsun biraz. Qəşəng ayaqqabı istəyirəm. Onu belə başa düşdük ki, Abbasın karakteri buna nə vaxt div deyirsənsə, polnu beyni çönür də. Elə bir şeydir, elə bir trigger'ı var onun yəni.
Mənim ən belə özünə məxsus xüsusiyyətim nədir bəs? O da sən deyən dala. Mənfi Yaraşıqsan da bura. Seçmək Karizma olur. səgi Yox, mənfi. yox. Hə, sözdür. karizma səgi mənfi. Hə? Karizma Karizma mənfi səgi. mənim. Nə bilim Zarafat abi, yəni karizması. içkiyə düşkün ola bilərsən, məsələn, əlində pivə var məsələn. Ola bilər. İçkiyə düşür. Ola bilər. Sən texnik Qırmızı olaraq rəngi deyim, xoşlayır. player papkasını atmamısan bunun karakterini, onu doğru atarsan. Atmışam. Player papkasında ancaq üçümüzü kill yarqustan saz kapar. Var abi, Division var player papkasında. Hə, var ki, Biz Division. görmürük. Biz görmürük. Mən də görmürəm. Talentlarını tapar. Bizə göstərməyin şeyləri. Problem deyil orası. Mən belə ən özünə məxsus xüsusiyyətim şey ola bilər. Məsələn, sağ əlimə qaldıran kimi bütün düşmənlər ölür. Biraz all players observer eləmişəm. Görürsən. O xüsusi effektdir. Hə, Görürsüz indi görürəm, Məkində görürük, Division'da görürük. Məkində, okey, demək ki onda təzə bir şey atanda təzədən konfig Şapka eləmək idi. lazımdır. Hə. Tamam. Bu arada special şeylər Mən ən özümə yaradanda məxsus xüsusiyyətimi tapdım. Aha. Rüstəmə nifrət eləyirəm. Prosta da. bunun Biz karakterini Justify olsun. Yox, yəni karakterə də yox, direkt Rüstəmə nifrət edir. Yəni insan kimi. Justify olsun Hə. da bura. Okey. Sən talentınız Yox, yoxdur. bunu sən deyəndə talentın hamı yoxdur. desin ki, karakter. Mənim sizin qruplarınızın bir adı var məsələn. Hələ tanış olaq bir yerə yığılacaq. Mən sizi şey kimi abi quraşdırdım. Allah Siz artıq Allah, bir-birinizi Allah. tanıyırsınız. Tanıyırıq. Hə, siz artıq bir-birinizi tanıyırsınız. Olmaz ki. Hə. Siz bir-birinizi tanıyırsınız və siz artıq bir müddətli bir yerdə işləyirsiniz. Yəni ki, tanış olma fəslini keçirsiniz. Mən tapdım. Mükəmməl. Nə iş gördük? Nə iş görürük? Siz mercenary'siz abi yəni ki, pula işləyən kontraktına Hə, biz ucu- hə. Biz ucu komandayıq da. Bəli, yəni artıq tanıyırıq komanda bir-birimizi. sizə. Hayda, həm maraqlı yerdi. Magnificent Slay. Tanış olma yerləri ən maraqlı yerlərdə onları niyə forgo edirsən bura? Abi tanış olmaq yerini çünki hekayənin başlanğıcına görə, yəni ki, hekayənin başlanğıcı. Çünki keçən dəfə tavernada tanış elədim də sizi bura. Gördüm də ailəmi qatız bir-birinə. Çox o vaxtda falan hissə açıq. Hə. Hə, okey. Bizim enerjimizin 90%-i Rüstəmi ram eləməyə gedir. Nəinki oyunu oynayır. Deməli, Eyləm. uşaqlar. Arjudan live. Başladırıq. Rüstəmin karakterin adı nə idi? Ə, Bilim ki, nifrət edirəm. 5 il ondan qabaq. Saz qapar. Saz qapar. Hı. Şey. Yəni ləqəb dəsil adımı bilmirsiniz. Tamam. 5 il qabaq Pedro Pascal'ın canlandırdığı Pedret Usta'nın başlarında olduğu qara cadugarlara qarşı zəfər qazanan qrupamız Qalınağacdan ayrıla bilmədi. Və Qalınağacdan ayrıla bilmədikdən sonra Kral Bartolomeo artıq kral olaraq çıxdı oradan. Çünki dünyanı artıq bir növ Bizagoniyanı xilas eləmişdi. Və getdi taxtını ələ keçirtdi, taxtını və haqq əldə elədi Mizagonya üzərində. Bunlar yaşandıqdan 5 il keçir bunların üstündən. O vaxtdan bəri elə zaman, məkan və burulğan kitabları hamısı yoxa çıxdılar qızlarla birlikdə və birdən-birə Andavorsun bütün müqəddəs kitabları hamısı itirdi bütün güclərini. Artıq Andavorsun müqəddəs kitablarının heç bir gücləri yoxdur. Bəs dəftər. Yox, dəftərləri qalıb elə. və o Andavorsun kitabları üzərində yazılan scrolllar falan da hamısı güclərini yitirdi. Eldar Scrolls'un biznesi batdı bir növ yəni. Netflix-də elə birazdan. Hə müəllim. Deməli, və qəhrəmanlarımızın artıq adı tanınır. Keçən sezondakı qəhrəmanlarımızın. Hamı onları dünyanı xilas edən Qalınağac şəhidləri kimi tanıyırlar əslində. Bəli, Qalınağac şəhidləri kimi tanıyırlar. Yəni adlarında dastanlar falan var artıq. Yəni Aşıq Əkraban qəşəng biznes qurdu oradan. Yəni Saz biznesi. bütün şənliklərə çağırırlar ki, nə bilim Qalınağac şəhidlərinin hekayələrini falan danış. Hə, Dədə Qorqud kimi dastan Hə. Yəni biraz da qudurdu yəni ki, ondan sonra başqa zibilləri çıxdı, bəzi expose oldu sonra. Nəysə o başqa mövzudur indi. Əzibillər çıxdı. Hə.
Nəysə, indi o gələr. Şeydə də Yeni Epstein Island'da tapıblar da onun adını, belə listə zadı. Təpişdiyin arasında da. Dəqiq, Məkinin feature-larını özü yazmış. Sala hər cür dəyişik. Özüm yazmışam hə. Bu Andavorsun yoxa çıxmağından sonra digər ruhani varlıqlar mı deyək, tanrılar mı deyək, onlar bir növ üst tapdılar təzədən qayıtmağa bu torpaqlara və burada başladılar hökmranlıqlarını sürməyə və başqa tanrılar çox rahat bunların yerini aldı. İndi onları yavaş-yavaş tanıyacaqsınız. İndi keçək karakterlərimizə. Bundan 5 il ötür Qalın Ağacda yaşanan şeylərdən. Karakterlərimiz muzlu döyüşçülər, mercenarilər olaraq Tərgüzar adlı bir nəfərə işləyirlər və Tərgüzardan alırlar missiyaları və yerinə yetirdikdən sonra pullarını alırlar. Bu əvvəl bəh vermir. Yox, sadəcə sizə informasiya verir. Bəh vermirsə bu sardan ki, pul verir. Qardaşım, Karizma nerə danışırsınız yəni? Abbasın karizma saygı mənfiymiş. Hə, deməli. Belə həmin günlərdən birində Tərgüzardan bir iş alırsınız və bir dungeona girib oradan önəmli bir şey, xəzinəni götürməlisiniz. Sonra başa düşürsünüz ki, əslində dungeon adıyla girdiyiniz yer hökumətin ən böyük insanlarından birinin villasıdır və oradakı düşmənlər də əslində əskərlər imiş. Yəni sizi belə Məhkəmənin villasına gedirdi. hə, elə bir şey olur abi. Kiminsə belə baş nazirin falan kimi bir adamın villasına girirsiniz yəni. Sizə deyirlər ki, sizi Baron Brandan Nenesizin malikanəsinə icazəsiz girməyə görə həbs edilir deyib sizi tutub basırlar içəri. Başlamam. Hə. Və oyuna türmədə başlayacaqsınız ona görə. Nə baş verdi? Hə. Bax, keçən dəfə biz bu GM-i cəzalandırmadıq. Abi, GM-lər çox orada. Ona görə türmədə başlayacaqsınız oyuna. İndi türmədə belə bir Başlamamışdan əvvəl bir şey deyim. Aymir, sən nətər bu karizma rolunu bu qədər pis atmışsan, bildiyin anqurt eləmişsən karakterimi. 3 dənə də Allah karizma. Neyniyim ha? Karizma heç olmasa onda 3-dür. Məndə -1-dir. Məndə yəni karizma Səndə -1 deyil, səndə modifierə görə -1-dir. Sənin karizman 9-dur. Bununki 3-dür. modifier nədir ki? -2-dir, 3-dür. Qardaşım, adamın əslində sosial anxiety falan var da, normal. -4. Hə, müəllim. Hə, Rüsəm. Siz belə bir daşdan düzəldilmiş bir zindandasınız. Zindanda tək deyilsiniz amma türmədəki ən böyük zindanlardan birindəsiniz. Ətrafdan da hər cür qoxu gəlir də, pas qoxusu, kir qoxusu, sidik qoxusu, hər şey bir-birinə qarışır da, yəni ölü qoxusu falan da var hələ. Hə. Bir şey soruşum. Pivə var zindanda? Pivə deyil abi, su içirlər. Prosta pivə qablarını da veriblər. Ha, tamam. Hə, deməli, müəllim. Hə, bu yerdə oturanlar bizi? Yox, yerdə oturanlar şeydir, piyanlar da, piyan olublar, gəlib oturublar. Gedib şey Ya da ki, yerdə oturanlar tam başa düşmürsünüz, amma görürsünüz ki, belə başları gedir, belə özlərində deyil filan. Ən başda da o kişi oturub, belə mıx kimi oturub, heç yəni mimikası oynamır. O da zindandadır bizlə. O da sizlə zindandadır, hə. Bizə Bizə icazə veriblər, kurtka ilə zadla girsin içəri. Aha, kurtka ilə oturub o. Onun üçün ki, belə xüsusi... Ona əsasən hərəkət O edir. kurtka ilə oturub abi. Onun yəni ki, sənin karakterini sorğuluyur, yəni ki, bu niyə kurtka ilə oturub? Yes. Okey. Olar. Sənin karakterini sorğulasın. İndi digər şeylərdə deyim, yoxsa bu qədər bəsdir, çünki qıraqda başqa şeylər də baş verir. Dinən, hər şey dinən. Okey. Yox, demə bizə bir qaranlığa oynayaq hələ. Qıraqda görürsüz ki, 3 nəfər... Bir dənə sual, birinci bir dənə sual verin. Bu kutuda nə oturan var ya, o buranın elə bir şeyi kimidir, məhbusdur o, yoxsa... Bilmirsiniz abi, bilmirsiniz. Nə bilmiyor, adam içəri yerində bir baxarda sağ olsun, buna karakterlər. Yox da, yəni başa orada oturub sadəcə o, yəni ki, hələ ki. Sizin hələ heç bir təmasa girməyib bu adam. Qıraqda da görürsünüz ki, bir dənə qoca adam da sümükləri sayılır. Orada bəzi ölülər falan var, ölüləri belə eşələyir, nəsə belə orada bir şey eləməyə çalışır. Mən gedib onu sümükləri sayıram. Yandala. Və digər otağın ən
arxa küncü isə qaranlıqdır və orada görürsüz ki, 3 nəfər oturub, heç birinin üzünü görmürsünüz əslində. 3 nəfər oturub, bir-birindən yaslanıblar belə, onlar da elə bunlar gündədir. Bir dənə də qıraqda tək oturan bir adam var və üzünü görmürsünüz, amma boyundan başa düşürsünüz ki, o da dvorfdur. Yəni tək oturub orada qıraqda. Yəni ki, ortam budur bu dəqiqə. Bir dənə də qapı var, qapının qabağında da bir dənə əsgər var, dayanıb orada, yəni ki. Elə bir dənədir. Hə, sizin qapının qabağında bir dənədir, hə. Həbsxana böyük həbsxanadır, balaca həbsxanadır. Sizi gətirəndə müəllim zindandan görürsüz ki, yəni ki, siz hal-hazırda ən böyük zindandasınız, həbsxanada. Amma çoxlu başqa zindanlar var da, hə? Yəni onu tam olaraq sizin gəldiyiniz yerdəki ən böyük zindan budur. Digərləri balaca bir nəfərlik zindanlardır. Abi bir də bizim sehirli güclərimiz adımız var, yoxsa bir dənə Sizin sehirli gücləriniz var, amma ki, hal-hazırda sizin sehirli gücləriniz burada işləmir deyəsə görə. Karakterə bax da, yəni. Burada işləmir güclər. Burada təbii ki, silahlarımız da əlimizdə deyil. Silahlarımızı da alıblar əlimizdən. Mənim əsamı da götürüblər. Həcən? Mənim əsamı da götürüblər. Sənin hesabı da götürüblər, bilmirəm də hara qoysunlar. Belə arasına belə yerləşdiriblər belə divara falan. Hardasa. Okey, müəllim, siz başlayın. Siz zaten bir-birinizi tanıyırsınız deyə məncə söhbət eləyə bilərsiniz yəni burada. Deyil. Məki məndədir hələ də. Məki səndədir. Hə, Məki sən harasın dibində olsun istəyirsən. Pəncərədən girmək içəri kimin ağlına gəlmişdi axı? Divin. Sənin. Divin. Mən bir fikrim var. Hər şey muskulla deyil. Həbsxanaya düşdüyün ilk günün qanunu gedib ən qorxulu və ən yekə adamı basıb döyməkdir ki, bundan sonra sənə kesilişməsin. Mən razı deyiləm. Mən təklif edirəm ki, mən heç razı deyiləm. Get, mən diplomatiyanı seçəcəm. Gedib adamla danışmaq lazımdır. Burada adam var, sehirli bir dünyada yaşayırıq. Bizi dvorflar da adam var burada. Mən. Deyirəm, Sən özü adam hesab etməyə bilərsən, deyil. bəlkə mən gəlib dvorfdan danışa biləcəm. Tema nədir burada? Orada dvorf var idi, düz demirəm biləm. Gedirsən dvorfun yanına. Sən dvorfun yanına deyim ki, social anxiety. Sən gedərsən birdən social anxiety-nin zadını tutar danışamazsan. Bəlkə başqa birisi gedib danışsın. o da düzdür Allah, o yüzü verir. Sən zər atdıracaq. Cem 100% sən kimə salam versən zər atdıracaq ki, bu social anxiety-si tutdu cavab verməz. Mən gedərdim, amma dvorf dilini bilmirəm. Bir dənə bilmədiyim dil var, o da dvorf dili. Əslində, yəni dvorflar Aymir gedə bilər yəni dvorfun yanına. Okey, dvorf dilini bilirəm də, biraz nisbətən daha rahat hiss edirəm özüm məncə. Gedirəm dvorfa yaxınlaşıram. Nəsə atmalıyam yoxsa? Yaxınlaşırsan prosta, bir şey elə ki də. Hə, yaxınlaşıram və deyirəm ki, şeydir, deyirəm, çalışıram, biraz həyəcanlıyam da, ürəyim dönür. Çalışıram, amma cool görsənim də, başlaysan, yəni ki, elə bilsin, yəni, cool adamlardan mən deyirəm ki, hey yo, nə qədərdir buradasan? Belə bir şey deyirəm. Abi, dvorf başını qaldırır, sənə baxır, bir səni süzür, yəni deyir ki, ulu dömür döyən səni ifs eləsin. Kimi neynəsin? Ulu dəmir döyən. Ha, mənim də tanrımdır da, o düz demirəm. Hədə sənin də tanrındır. Ha. Mən də deyirəm ki, ulu döyən səni də ifs eləsin. Və sənə baxır, deyir ki, Ulu vuran. sən burada nə edirsən? Mən də deyirəm ki, biz dostlarımızla pəncərədən girdik. Dincəlməyə gəlmisiniz? Yox, biz dostlarımızla qapı var idi, qapı əvəzinə pəncərədən girdik. Çünki Türməyə? uzun söhbətdir, sən barədə danışaq. Mən barədə danışmaq istəyirsən. Sən nə üçün buradasan? Sən bir karizma at bir dənə. Ay belə. Mən 4 də karizma Yəni görüm. Nə atmalıyam? Karizmanın üstünə müəllim shift-lə bas, shift klik elə karizma statının üstünə. Okay, deyən. Atacaq zaten. Shift click, interesting. Orada Foundry'e kim bilir videosu donur. Shift click. Neçə atdın? 8. 8. Uy, bilə. 4 at. Keçsin. Yox, deyəm. O zibil.
Sənə baxır, deyir ki, bax, deyir, sən də dvorfsan, mən də dvorfam. Amma ki, mən səni tanımıram. Hmm. Yəni, Fəlsəfə mən 100. səni tanımıram, deyir. Yəni ki, mən sənə özümü güvəndə hiss eləmirəm bu dəqiqə sənə bağlı şeylər paylaşmaq, özümdən bağlı şeylər paylaşmağa. Mən gedib Ən azından aramızda güvən olması üçün mənə bir şey ver. Sən üstündə heç nə yoxdur. Hə. Sənə amma Başqa şey. yəni başqa şey verə bilər. Yəni yaxşı deyil. Başqa şey. O səhv başladı. Yəni Mənə ən utandığın gününü danış. tamam. Tamam. Baxıram ki, Deməli- çox Amma adi bir günü danış, Əmir. Hər gün utanacaqdım. Hə. Deməli mən dwarf olaraq indiyə kimi yadımdadır ki, birinci dəfə öz baltamı düzəldəndə yoxlamaq istəyəndə baltamı Nəysə, qane oldum mən. deyir və deyir ki, okey. Bu momentin özü kifayət qədər Özü belə deyir. Başa düşdüm mən səni. çox sağ ol ki, mənə danışdırmadın o hekayəni. Və kölgədən çıxır və görürsən ki, belə bir kişidir abi. Ya. Deyir ki, Bu nə də? Oo, belə bir kişidir. Lannister oxşayır. Hə. tanış gəlir bu. Hə. Deyir ki, tanış olduğumuza şad oldum deyir. Mənim adım Yarımxandır. O, Yarımxan. Ha, yəni mən tanımıram Yarımxan. Ya sən tanımırsan. Ha. Hə. Yarımxan. Nə gözəl adınız var. Sağ ol, Kim- sağ ol. Kim qoyub adınızı? Mənim adımı mənim atam qoyub. Ataxan kişi. Yarısını atam qoyub, yarısını. Amma mövzumuz bu deyil. Ha, düzdür, mən düzdür. Məni bura şərləyib salıblar. Və mən buradan çıxacağam. Sizə qoşula bilərikmi? Yox. Ay zirbil. Nə ilə USB ilə qoşulur, yox mu? Type-C USB ilə qoşulur. Sən mənə demədin özündən. Sən Founder'ın kimsən, linkini nəçisən? bilək. Mən özüm monastır adamıyam, din adamıyam. Aha. Həmişə düz yolu gedib səhv yoldan getmirəm, düz yoldan gedirəm. Düz eləyirsən. Hə. Dalımdakılar mənim dostlarımdır. Baxır oradan. Bax, sizə baxır oradan. Belə sizi süzür belə. Biraz qəribə görsənirik qıraqdan, amma yaxşı adamlarıq. Hə. Amma bura bizi salmaqlarının səbəbi odur ki, bizi də üstümüzə şər atıb salıblar bura. Şər atıblar sizə. O divi də şərləyib atıblar bura. Div Hansı divə? ona div demə, onun xəttinə də. Div Nə? yox, biz ona div işləyirik, xahiş edirəm. Hə. Fərqlidir, yəni önəmlidir. Mən səni başa düşdüm. Allah Allah. Bəli. Mən səni başa düşdüm. Deyin görüm sizi necə şərləyiblər. Bizə dedilər ki, pəncərədən girir. Hə. Biz hara girmişdik pəncərədən? Biz də girdik pəncərədən. Sonra dedilər ki, yox, qapıdan girməliyiz. Mən də yəni biz çaşmışıq ki, yəni bir hansıdır, budur, kimdir, nədir? Yəni indi belə qalmışıq belə. Mən bu Sən hara dwarflarla girirsən, eləməyə çalışdım ki, o pəncərədən- balaca şey Baxır ki belə, deyil. abi, deyir mən Yarımxan üçün Bilmirəm. şey atacağam, intelligence atacağam. Görüm sənə başa düşəcək Yarımxan nə demək istəyirsən. Mən özüm heç öz dedim başıma. Nə başlayacaq bilim mən derim. Yarımxanın intelligence neçədir ala deyən görək. Ay belə deyən. Abi daha şu reverse game oynayır o da. 20 attı abi. Yarımxan 20 attı. 20 nədir? Natural bu şey. Natural success abi. 20 at 20. Yarımxan bu dəqiqə yəni hamımızı keçib Otaqda. çıxana gedəcək. Aha, Adam. İçindən gördü də, yəni başa düşdü və dedi ki, bu yalan İçimi danışır. oxudu. Dedi ki, yəni görək. Sizin orada uzun saç gədə var. Yaraşıqsız. Hə. Hə. O çağır bura gəlsin deyir. Yaraşıqsız. Ey, saz qapar, gəl görüm bura. Mən. Salam.
Salam Roma əleykum. əlimi uzatdım kişiyə belə. Hörmət. Ulu Dəmir döyən səni yüksələsin. Sənə də Sağ ol. Sağ ol qardaşım. Mənim adım Yarımxandır. Allah Yarım- qəbul Mən bu torpaqlarda eləmədiyim şey qaldı. İnsanlara kömək eləmək üçün əlimdən gələni eləyirəm. Və pul lazım olanda da, pul lazım olanda da biraz bəzi işlər görürük indi. Amma təbii ki, insanlara ziyan verən işlərə qətiyyən mən hə demirəm. Yəni ancaq belə hardasa bir dancına gir, nəsə undead öldür falan, belə şeylərlə məşğuluz yəni. Bizim bir qrupamız var idi, deməli. Bizə dedilər ki, bir dənə oğrulu banditlərin ərəbəsi gələcək. Keçəndə o ərəbəni şey deyin, puslu qurun o ərəbəyə və oradakı hər şeyi götürün. Sonradan biz o ərəbəni tam qabağını kəsəndə gördük ki, əslində krallığın əsgərləri imiş içəridə və bizi paket edib gətirdilər bura. Təbii ki, məni tutdular, mən balacayam deyə. 2 dənə dostum var idi, onlar qaçdılar. Amma onlar bayırdadılar. Onlar bayırdadılar və gələcəklər. Sən danış görüm. O yanındakı dostun çox danışa bilmir. Sən danış. Sənin məlumatların bizim heç bir işimizə Hə, yoxdur. o biraz missionerdir, bilirsən, monastır uşaqları biraz bir təhər olurlar, bizdə tək böyüyüb, Amma yəni sən biraz səhnədə yoxsan abi. Ha, mən yoxam. Amma zor şeyləri çox başa düşür, zor şeylər başa düşür. Biz də sizin kimi qrupu idi, belə mercenarydə, belə sağ-sol şeylərlə qrup, balaca şeylər, heç Baxın kimə ki, ziyan vermir. ağsaqqal da sizdən gəlir. Sala, bu founder'ın performansını low eləyim, setimiz düzəlsin. Ağsaqqal da. Ağsaqqal da yəni. Ağsaqqal. Allah kömək olsun. Bu dəmirdə kömək olsun. Ağsaqqal əslində nə etdiyini bilmir açıq deyim. Sadəcə qoşulub, amma yaxşı sehir eləyə bilir yadına düşəndə. Şey deyim. İndi sənin bizi də biraz şərləyiblər əslində belə şərləmiblər daha doğrusu. Biz biraz çoban qurdun hekayəsini eşitmisən deyə yəqin. Varlarını alır, kasıblara verir. Nə? Çoban qurdu. Aha. O haqqında şeydi. Sazlar çox Robin Hood'la yalancı çobanın bitki. Gəlib sən qulağına şey deyir. Sən də ittifaqdansan deyir. Deyir. Qoca qurdu tanıyırsan sən? Dişi çıxardıb göstərirəm. Bunu memento olaraq veriblər. Ən yaxın dairəyə aid olanlar üçün. Belə baxır deyir. Deception atmaq istəyirsən bəs deyir. Wisdom 18 ataram. At abi at. Nə shift deyirdin də? Hə, shift'ə bas klik elə gör nə olur abi. Shift'ə bas klik elə. Neçə çıxdı? 6, 10. Plus 10, hə 10'dur. O neydi ala? Onları kim attı? O bilmirəm kim attı. Hə, 266 atmış kimsə. Hə. Abi sənə baxır deyir ki, Bu nədir? əgər qoca qurdu tanıyırsansa, bilirsən ki, qoca qurdu bu işi burada qoymaz. Biz onda müttəfiqlər. Qoca qurda xəbər çatdıran lazımdır. Onun üçün gərək biz buradan çıxaq. Qoca qurda mənim dostlarım çıxıblarsa, qoca qurdun xəbəri olmama imkanı yoxdur. Qoca qurdu. Bax da biz daxili dairədə olduğumuz üçün biraz bizim işlərimiz o qədər aid. Qoca qurdu bizə biraz azadlıq verir. Ona görə və bir şey də sənə deyim, öz aramızda qalsın. Bunlar bilmir, mən qoca qurdla bir yerdə iş görürəm. Ona görə dwarfa çox altdan saxlayaq. Bunlar Rüstəm, mənə bir intelligent atmaq istəyirsən bir dənə. Bir dənə mənə intelligent at. Aymir sən də ata bilərsən. Nə üçündür bir dənə çəkidən? Çünki Bardın şeydir. Qoca qurdla bağlı görə həqiqətən bir məlumatım var ya, yoxdur yəni. Lorda şey alır da, bilirsən də Bard şey alır. Advantage alır. Advantage. Prosta advantage-lə necə atırlar ki burada? Advantage-lə atmaq üçün müəllim shift-ə basmırsan. Bir dəqiqə məndə orada yazılmışdı hamısı. Gözlə sənə deyim o dəqiq. GM staffda bilgilər bu arada sizdə də açıqdır. Girib baxa bilərsiniz. Mən 16 atdım mənim üçün. Abi, control-la advantage, alt-la control-la disadvantage, alt-la advantage. Altdan atım. Altdan basım indi. Sən atmırsan ha kişi. Alt klik elə müəllim. 2 dənə atıb böyünü götürəcək. Alt klik deyəcək. Hə.
Əslində onu eləməsən də burada 2 dənə D20 basıb, burada keep highest keep lowest var. Görürsən bunları? Onları da eləyə bilərsən yəni, amma bu daha rahatdır da. Okey. Okey, neçə atdın müəllim? Yadımda deyil. İndi yadımda. Var idi da, kişi orada hamısını gördüm. Amma atıb 8 atıb deyən 4-dən 8 atıb mənə soxur orada. Xoşuma gəlmədi bu sənə. Hə, yaxşı, artist deyək. Görürəm hamısı buradadır. Sarava deyirəm 4-8-dir. 8. Okey, müəllim. Sən konkret basırsan, qoca qurd kimdir? Yəni ittifaq nədir? Heç nə bilmirsən yəni ki. Amir sən də Bir də artistsən. basıram da, basıram da. Məsələ də odur, heç nə bilmirəm. Yox, bir var belə biraz bilib basmaq, bir də var ki, heç nə bilmədən basmaq. Heç nə bilmədən basıram. Şey Altla 6 basıram, sonra intelligence vururam. Yox, 6 basırsan, intelligence-ı, hə, 6 basıb intelligence, ay sal elə. Şeyin O advantage bağdan var. verirsiniz. Priest'in. Bir dəqiqə, amma ki, bir dəqiqə, sən advantage-ın Mənim var idi advantage-im var. ki, nə olacaq? Talent-a bas. Talentlara Seri, girmədin. Orada olmalıdır. Talentlar gör hansınınsa içində yazılır. Məndə ya wisdom da var deyəsən. Wisdom plus 2 var. Sən də Yox, wisdom o atı deyil. tuta bilərsən ki, bu basırmı yoxsa doğrudan mı bilir? Onu demirəm. Baxım görüm. Bax, nə? We have the holy symbol of God. Mhm. Spell casting. Bu yox, ümumiyyətlə yoxdur. Yoxudsa Şey, okey, tamam. heç Sən nə ondan bir dənə Ha, at. müəllim, bir dənə at. roll your hit point gains with advantage. Hit point gain'i, yəni HP-ni dolduranda atacağı şeyləri advantage-la atır. Başqa heç. Okey, əla, Amir. Sən bir dənə at. Bir dənə elə prosta shift. Hə. Neçə atdın? 11. Okey. Ha, plus 1-i də var, 12. Sən tam belə nə başa bilmirsən nə gedir orada. Prosta bilirsən ki, müəllim, bu ittifaq əslində orada burada eşitdiyin qədər, yadında qaldığı qədərilə bu ittifaq əslində hal-hazırdakı hakimiyyətə çevriliş eləmək istəyən bir qrupdur. Yəni sadəcə bunu eşitmirsən, oradan o yadıma düşür ki, hə, belə bir şey eşitmişdim yəni. Qoca qurdun adını eşitdim. Mən işim çıxdı. Mən gələn dəfələrdə baxam. Hə. Buradan indi şey deyirik. Burada dayanır sizin partiya, yəni ki, donur elə bil ki, keçirik Kilyarla Divijə. Hə. Siz nə edirsiniz? Sən ağsaqqal olaraq Sən Alright. bir İşte tanıyıb bu qaldı, yoxsa hə? nə oldu ki, Liyar getdi? Hə, işte buradayım. Liyar, ay bura. Tanıyırsan bu Qutqalını? Qara ağ donlu kafir kimdir burada? Yox, mən nə bilim, mən başım çıxmır. Vəbşi biz niyə buradayıq? Duraq gedək də. Dururam, yaxınlaşıram şeyin zindanın qapısına, qapını başlayıram silkələməyə ki, açılsın. Valla Kök. Səviyyə. Alzheimer var da yəni. Mən də bu qədər ağıllı olsaydım. Abi. Oradan Ay, belə yenə başladı. Əskər gəlir belə abi, şey deyir. Qılıncını belə tutur, belə iki dənə dəmirin arasından belə sənə belə göstərir. Ağsaqqal. Şəkil qırağa, nə edirsən? Aba, qapını aç girim içəri. Hə, oldu. Qapını açın, bax sən get şey müdirin otağına gir. Hə, oldu. Elə şey Girim oldu. içəri. Aparım. Gedək səni aparım hara istəyirsən, gəzdirim, gətirim. Elə şey var ya. Qayıdır belə. Olar apar. Bu ağsaqqala baxan var kimsə burada. Gəlin bu ağsaqqala Yox, gəzmə yox. əlimdə qalacaq. Gələm. Diviş, bir şey Hə, şeyin qulupundan tut, oradan qışqır. Hə, Açarlar bu şeyin üstündədir. Bu açarlar. əskərin üstündədir. Qapının açarları. Qapının açarları əskərin üstündədir əslində, hə. Əla. Okey. Mən şeyləm ki, nə oldu? Buraxmırsan ki, qoy girim də içəri. Və baxır deyir ki, baxır sənə abi, deyir ki, ağsaqqal sən tualetə getmək istəyirsən, aparım səni tualetə. Yazıq Yox, gəldi, onu qoza burada da kişidir. eləyə bilərəm. Onu burada da eləyəm. Gözləmən bir də 2 dəqiqə mənə ver, vəkilimlə danışam. Yaxınlaşıram Divijə, deyirəm ki, qulaq as. Bu kişi bilmirəm kimdir, amma qapını açmır. Mən qapıya yaxınlaşacağam. Sən onu tutarsan boğazından, çırpassan qapıya. Yaxşı? Sifətin. Ondan sonrasını mən özüm həll eləyəcəm.
Okey, yaxınlaşıram qapıya təzədən. Bir dəqiqə biz nə xeyir özümüzə niyə problem çıxardıq? Koka salacaq indi. Şey yollardan hələ. Problem Bir zaten. Bu adam məni niyə buraxmır ki, içəri girim? Bu içəri buradır, axsaqqal. Ora bayırdır. Nə içəri Abi yox. o piyanlardan qayıdıb biri belə. Ağsaqqal görmürsən yatırıq. Mən güclüyəm də, hə? Sən güclüsən hə. Mən axsaqqal götürüb vuram qoltuğuma ki, dişlənsın. Heç ona Yox. Yox. Bəli, sənin armor klassın neçədir Mən onda? yanmışıq. 13. Neçə? 13. 13. Abi attırım heç buna. Plus 4 şey var. At görüm. Görüm edə Şeyləmə, bilirsən. Necə? Mən nə atıram? Nətər atırlar? Hər şeyi rol elətdirmə. Yaxşı, bunu elətdirmək istədim prosto belə. Görüm nə olacaq. Mən bir də dinən hardan girim o şeyə? Müəllim, girirsən Actors-a, Actors-a Division seçirsən, Division üzərində Strength-ə basırsan müəllim. Strength-ə klik eləyirsən. Və sənin talentlarda şeyin var müəllim. Sənin burada Strength-in var. Choose a strength dexterity you have advantage to checks of type overcome an opposing force. Hə. Sənin Bonusum 4-dür. Sənin advantage-in var deyə müəllim. 2 dənə atırsan Strength-i. İndi nətər atım onu? Alt düymə. Alt düymə, alta bas, klik elə. Alt klik elə müəllim. Bunda alt klik başqa şey açır. Nəyi klik edirsən? Öz karakterini aç. Öz karakterini aç bir dənə. Öz karakteri açdı. Açdım. Strength üstə Strength gəldin üstə. mışqa ilə. Gəldim, hə. Alta basılı olanda klik elə. Məndə başqa şey açır da o. Yazda mən edirəm sənin üçün. ya. Hə, elə də mən üçün. Niyə mənə izzətli salsın? Master sən də ölsən. Müəllim, 4 attım, bir də 5 attım alacaq. Necə fazla? 9 oldu. Heç nə. Lazım Sən idi. neçə idi Hüseyn? Armor Dörd. klasın? Nurlan 13 idi. 13. Çıxır əlindən. Nahaq yerə. Özün atardım, mən nə edeyim? Gəl, ondan çox olmalıdır, yoxsa az olmalıdır? Çox O rəqəmdən. Çox olmalı. Daha çox olmalıdır. Okay. Mən bir dənə baxa bilərəm ki, bu otaqda ən dəyərli, yəni informasiya adam kimdir ki, gedib onunla söhbət eləyir, bir İstəyirsən bir wisdom at, onu wisdom at görək. Awareness check wisdom deyirlər, yoxsa dexterity Aha, ilə? wisdomla. Wisdomla. Çox söylədim. Gözləyirsiniz. Yəni wisdomdan eləyə bilər əslində. Atdım advantage, deməli. Advantage-la yox. 17. Hə, advantage-siz. Normal. Wisdom check-in advantage-siz olur abi. Tamam, normal. 8, üstünə də 1. 9 abi. Aha. Okey. Sən bu 3 dənə piyanın ortasında olan qaqaş var ya. Fikirlərsən ki 100% budur, yəni gələn ağıllı adam orada. Böyle mənim öz fikrimdir də, bu bir gigə verdim buna. Hə də var. Mən bir dənə də mən awareness check ata bilərəm. Mən bir dənə Sən nə hərəkət yazırsan abi? edərəm. Prosta ətrafa baxmaq istəyirəm ki, cəmaatın general moodu nədir, kimin kimlə xoş gəlir, gəlmir, onu Tamam, At, biz at, bir at, tarafdan at, yana. at. okey. Hə? Sən nə onu əvvəldən atmaq istəyirəm bir dənə şey. At. Zibilə keçsək bir şey eləmək üçün. Performing arts, lore. Bu diplomasiya gedir yoxsa? Hı? Bu diplomasi sayılır. Diplomasi niyə ki yox? Okey. Diplomatdan gərək mənfi 100 falan olsun səndə. Hər şeydən soxurdu oradan. 8 atdın, 12 oldu müəllim. Okey, yaxşıdır. Müəllim, görürsən ki, deməli, bu indi divarın o tərəfindəsən axı əslində. Gəl sənə bunu da göstərim elə. Bu adamları da göstərim. Gözlə görüm. Hə. Oradakı 3 adam da ordadır belə oturublar. Nədir Allah? Yəni birinin başında pivə qırı var, yəni su qalıb hələ də yarısı belə içində. İstəsən götürüb içərsən, yəni. O birisi bunda biri yatır, biri ağzı əyri qalıb falan belə. Bunlar yəni ki özlərində deyilər zaten. Digərlərinin mudları özlərindədirlər, amma dərdlidirlər də, oturublar yəni. Dayının mudu belə biraz şeydir, belə təlaşlıdır, belə o ölüləri axtaran dayının. Xiyarın adını unutdum Allah. Yarımxan. Yarımxan yəni ki heç bir şey yoxdur, üzündə heç bir şübhə yoxdur. Yəni bilir ki buradan əlini qolunu sallayan kimi çıxacaq. Yəni bir ifadə var yəni. O kişi də abi sadəcə oturub belə sərt, yəni ki belə kəskin baxışlarla divara doğru baxır. Yəni nəsə fikirləşir beynində bu dəqiqə.
Mən gedib yaxınlaşıram ona. Hə. Və Sən deyirəm abi, ki, hə? sən düşündün ki, o ortadakı piyanlardan biridən ağıllı orada. Elə düşündüm. Hə. Twitch sən onlara yaxınlaşmalısan. Hə. Mənim öz fikrim idi axı o şey ağ paltar yox. Yoxsa sən dedin ki, mən atacam görüm perception görüm ortadakı ən ağıllı adam kimdir? Hə, yaxşı. Ən ağıllı adam şeyi fikirləşdim, piyanları fikirləşdim. Hə. Gedib oturam onda o piyanların yanında. Hə. Və başlayıram onlara kişi suallar verməyə. Gəl belə. Heç olmasın. Gəl belə. Sən dilsən insansan yoxsa başa düşmədim mən səni. Başa düşmək üçün gəlib birinci adamda baş olsun. Seçirəm o bir şey. Başlayırdım belə. Mənə dedin ala sən. Pivə var. Pivə nə gəzir burada? Türmədir bura. Və başındakı nədir? Sən bunlara yaxınlaşmısan. Ay. Mən də bizlərə, mən də bunlara yaxınlaşıb bəslərsən. Buna yaxınlaş. Mən elə bildim buna yaxınlaşmısan ortadakına. Yo. Mən ən pis varianta yaxınlaşdım. Gəl ki, Vaxtım boşa keçsin. baxır belə. Bu qalıb ki, ala deyir başlayır içməyə. Okey. Yandakı da deyir ki, o nə verdilər biz orada? O nə idi o? Vallahi ömrümdə elə şey Sizi içməmişəm də. döyüblər burası almamışdan qabaq. Döysəydilər ondan yaxşı idi. Biz vurmalıdan gəlirik. Vurmalar adam. Siz vurmalı kəndindən xəbəriniz yoxdur. Siz yaşamamısınız ki? Başlayır belə gülməyə. Üçü də başlayırlar belə gülməyə. O da belə qanlı pivə içir, öz qanlı içir orada. Vurmalı kəndə harada Las Vegas'da. Amma soruş da nəsə tema var. Murat yox, bunlar özlərinə xəbər olmayan adamlar. Abi, oradan o ağ paltarlı müdaxilə eləyir ki, vurmalı kəndi. Sizin kimi insanları mən bilməm necə qaçırtmışsınız oranı. Amma ki, vurmalı kəndindən xəbəri olmayan adam mən hələ eşitməmişdim. Sizin ümumiyyətlə eşitmədiyiniz başqa şeylər var, yoxsa yəni dərəcələr bilmək istəyirəm ki, sizin eşitməyiniz normaldır, yoxsa anormal bir hadisədir? Twitch'in həqiqətən xarizması o qədər yox. Mən eşitməmişəmsə, o yer yoxdur. Mənfidir. Okey. Vurmalı... Bu kürkü vurmalıdan almışsınız, yoxsa? Kürkü vurub almışam, amma ki deməyəcəm haradadır. Yanına qoca kişi gəlir, deyir ki, vurmalı, cavanlığımda getmişdim ora falan. O da deyir ki, nə olub bəs, nəsə dəyişikliyi var orada. Dayı da qayıdıb. Bu da belə deyir ki, dayım, sənin cavanlığında olan içkilər heç nədir bu dəqiqə. Ora gedib, açağını itirməyən adam tanımıram mən. Yəni, alkohol və belə ən yüksək adam belə gedir. Söhbəti mən eşidirəm. Açar demişkən, bu şeyin açarı kimdə olur? Zindanın açarı. Səncə. Danışır da bu Twitch. Oradan belə şey deyir. Gəlir belə dayıya deyir ki, hətta deyilənə görə elflər belə piyan olmaq üçün ora gedir. Deyirlər abi, siz hamınız belə şey olursunuz ki, elflər bu ömrümüzdə elə eşitməmisiniz ki, elf piyan olsun. Yəni elflərin alkohol toleransı var. Kiliar. Mən şey deyirəm, ömrümdə eşitməmişdim ki, elflər. Çağıra buradan. Kiliar, sən elf deyildin. Hələ deyilsən. Bu ismən piyandır ki, Allah. Elflər piyana vaxtda olur, Kiliar. Olmuruq. Elə şey mümkün deyil. Elflərin beyni çox güclüdür. Bizim beynimizə heç nə təsir edə bilməz. 100%. 100% əmin ola bilərsən. Məki hardadır? Məki bura çıxsın cibindən. Çıxır cibindən. Məkini mən oynayım, sən oynayırsan. Fərqi yoxdur, özüm də oynaya bilərəm, sən də oynaya bilərsən. Sən mən oynayayım onda. Abi, yaxşı. Məki çıxır cibindən. Mək. Belə bir olması var. Belə bir şey olsun bu da. Mək. Məki. Siz məni hara salmısınız? Başqa yerə salacaq. Biz gəlib, biz tamamız bu Kiliar cibinə. Qulaq as. Çıxırsan cibindən, başlayırsan gəzməyə, başqa kristallardan fərqi yoxdur. Bizə aslında tapıb gətirirsən. Biz buradan çıxmalıyıq səhərə qədər.
Yox, başa çala, düşdüm, bir dənə yığışın, bir dənə Sənin yığışın. sazın böyüdü deyirəm. Bir dənə 2 dəqiqə Hə? yığışın. Dartdım sazı. Sazın böyüdü sən. Yenə də sazın deşiğinə salıb silkələyim səni. Qorxuduram, əvvəl eləmişəm 3 dəfə. Sazı içinə atırıb silkələyirəm elə bir. Pendir var, pendir. Taparıq. Taparıq. Söz Buran- versən. Söz verirəm. Buranın Hə. yekə mətbəxi var. Tapsan pendir hamısı sənindir. Hə, yaxşı. Mən gəlirəm ekskursiyaya çıxmağa, amma ki burada sehr falan işləmir, heç nə eləməyəcəm. Aslında sənə heç nə lazım deyil. Prosta krisasan. Get o bıçağı Yaxşı, uğra. get, Bıçaq al. yox. Şey uğra gəl. Abi, Məkini göndərirsiniz, Məki gedir deşik axtarır. Bir də Məki üçün qoy perception atım görüm tapa biləcək deşik. Gözlə. Ya, yəni Sən Məkinin şeylərini sən at abi. niyə nə saxtarsın ki? Mən bilirəm də açar hardadır. Düzdür də, Yox yəni. abi. Məki Deyərdin də kilyar. Mən görməmişəm onu. Abi Məki deşik axtarır bir dəqiqə girməyə. Niyə? Söhbəti mən Otaqdan çıxmalıdır görməmişəm. da. Otaqdan niyə çıxmalıdır? Otağın qapısı var da. Qapısını Açar. direkt getsin qapısına. Zindanın qapısı axı şeydir. Keçsin də, sıçandan fərqi nədir? Paltar geyinib. Reşotkadır da. Risk edirsiniz. Bax, Bilmiyorum, Məkinin abi, yərici sən- bir təpikli canı var bax. Nə bilim nədir? Adresatda. Mən sizə söz deyim, qəhə belə danışanda Məki öləcək. Yəni Məki öləcəksə Məki öləcək. Keçən dəfə də belə dedi, hər dəfə səhv çıxardırdı bizi şey. Yaş. Mən həll edəcəm. Hə. Şeydir, deməli mən yaxınlaşıram Qustan ataya. Hə. Deyirəm ki, Qusmaq, qulaq as. Sən mənə köməyin lazımdır. Dur gəl məndən. Başlayıram qapıya getməyə tezdən. Öyle. Mən də düşürəm Qəndafinin dalınca. Yarımxan qayıdıb sizə deyir ki, gənclər, siz əminsiniz nə elədiyinizdən? Yox. Yox. Mən də yarımxana axı bir dənə Adam- getməzdən əvvəl qoydum nəsə deyirəm ki, yarımxan qulaq as. Mən bilirəm sən ittifaq deyəndə nəyi nəzərdə tutursan. Mən eşitmişəm Hə. bu söhbətləri və mən sənə bir söz deyim. Biz düzdür, ittifaqın bir hissəsi deyilik. Oo. Amma Oo. Amma yəni əlaqəyəcəm. İttifaqın bir hissəsi deyilik. Amma sən bizə kömək eləsən buradan çıxmağa, bir hissəsi olmağa hazırıq. Karizma mənfi 4 ilə attırım sənə. Ay belə. Bu personajını oynayamayacam deyən. Ay belə. Karizma mənfi 4 ilə attırım sənə. Mən sırası başım ağrır karakterim. Aa! At mənim karizma mənfi 4 Mən o atıyorum. kraliçanın kravatına niyə girdim axı? Müəllim, yəni ki çünki yalan Nə- danışdınız adama abi. Yəni sonra yalanını çıxartdı. Orada indi sən gərək bayağı bir karizma yüksək atsan əgər. Hə, düz mən yalan dedim də. İndi. Amma gəl sənə bir şey verim. İkimiz də dwarfsuz deyə müəllim advantage-ını at. Yaxşı. Alt bas. Sən nə var? Şey deyə bilərəm, deyə bilərəm ki, sən nə var? Bax şeylə saz qaqaşla söhbət edə. Mən geyirəm elflə. Mən elflə O- geyirəm. Müəllim bir şey çox belə awkward şey moment oldu. Sən üzvə baxıb deyirsən ki, mən getdim falan kimi. mən geyirəm. İkimiz də belə baxırıq buna. Atmaq istəmirsən Hə. məndən. Hərdən elə Atacam olur. ya prosta. At. Məncə at. Zaten fail olsa nə ilişiyi yaşanacaq yəni. Tamam. Qustan Bir ata. atmadığın yəni ki halda Mən nə ilə altla atıram? altdan Alt. atsan advantage olanda. Nəyə atım? Xarizma. Karizma bəli. Yuh hala. 19 attı. Uy, billahi. 15. Abi 15 elədin. Halaldır sənə Burat. Yarımxan sənə baxır abi. Sənin gözlərimin içinə baxır deyir ki, Sən axmaq ki, bu dəqiqə. sən deyir mənə birini xatırladırsan deyir git. Desənə. Deyir ki mənə deyir bu yola gəlməkdə məni inspire eləyən, məni ilhamlandıran o adamın deyir gözlərini gördüm səndə deyir. Sənə inanacam deyir. İnan mənə yarımxan. Sağ ol qardaş. Sağ ol. Gedəndə buna bir dənə bir çiyinlə vurup soğulub da. Hə. Mən də 19 attı. Abi bu arada lore bilgisi olaraq Yarımxanı normalda bu işlərə sövq edən Aymirin köhnə karakteridir. düz də həyatını Elə bir şey var. Furlan öldü yala.
Hə, doğru. Ha doğrudan bu Yarımxan o vaxtda dəmirçi idi də bu, hə? Əvvəlki yad. Amma qayıdıb belə eləyir ki, amma yaxşı ki, mənə dediniz yəni ki, bunun belə olduğunu, yoxsa qoca qurdun getsəydi dilinə ki, siz onun adından burada diviziyaya kasmaya çalışırsınız, bir şey deyirsiniz, bir hörmət qazanmaya çalışırsınız Diviziyaya? qocaqurdun adından. O qoca qurdun əlindən sağ çıxarmazsınız yəni. Ona görə yaxşı ki, Birinci qulağına çatacaq, birinci yalan olmayacaq. Elə bir zorlayırsan, hə? Hə, yaxşı. Yarım xəbəs bu ağ adamın haqqında məlumatın var. Kimdir o elə? Başda oturan həmişə. O ağ adam baxan kimi bilirəm ki, buranın adamı deyil o. Hədə. Amma mən də bilirəm də yarım xəbəs. O buranın adamı deyil. Yoxdur. Və bizlə münasibət qurmur, bizlə danışmır. Nəsə sizlə danışasa tutdu amma bir vurmalını eşidəndə. Nəysə, mən ona yaxınlaşaram. Keçək indi Kiryagirə, mən də ora gedirəm. Kiryagir həll eləsin məsələsini. Hə. Gəldin abi. 20 ballıq sistemlə gücün nə qədərdir deyərdin? Onun üzərindən neçə verərsən ki? Gücü. O bayağı vardı. Nurlan yenə Kim- doğum. Kim nə deməlidir başman? Nurlan sən- şeydən soruşur. Səndən soruşur. Məndən? Aha. Məndən soruşsan, məndən soruşsan. Hə. Bəli, bəli, bəli. Hə. Deyəcəm sən. Deməli o 20 üzərindən 13 fikirləşdi. Çox spesifik bir. Bilir də ama. İstədiyim rəqəm deyil, istədiyim rəqəm deyil. Division'a kömək eləmək istəmir. Də neyniyək heç nə. Mən dava salıram. Mən dava salıram. Qoy o Yanda, mən yaxınlaşıram ağın yanına. Okey, yaxınlaşıram. Adamın bir dedin ciddi baxır da divara. Hələ də elədi vəziyyəti yoxsa Hacan. o bayaqçı ağ ciddi hələ də divara baxır yoxsa vəziyyət dəyişib? Bayaqçı üzünü çevirib. Bu dəqiqə öz işi ilə maraqlanır yəni ki. İşi nədir ki? Yaxınlaşıram ona. Yaxınlaşıram onun olduğu stola. Stola iki dəfə elə toxunuram. İşləyib baxada, üstəm elə kimsə. Eyni karakter deyil ola bu bacarı danışmağı. Onun karizması naturally 16-dır məsələsə. Yəni okey. Özdə wisdom 18-də də işləyir. Allahdır ala bu. Kimdə gəlib? Salam Asaka. Asaka da düz başa düşürəm. Ağsaqqal kişidir də belə biraz. Hə. Yəni Salam Asaka. O deyə bilərsən. şeylə eyni yaşdadır da, Qustan ata ilə aşağı yuxarı eyni yaşlardadır. Asaka. Gördüm vurmalı haqqında çox eşitmisən. Yerlisən? Mən Otururam. burayı mən bir mənalıdan gəlmişəm. Bir mənalı. Bir mənalıdan yaşayıb bəli. Mənim atam Olmusan oradan bilmə. yola. Olmusan Bilirsən bir ki, oldu mənalıda. ya. Mən yox, amma atam olub orada. Atan olub orada. Kimdir sənin atan? Atamın adı nə idi Allah yaxşısı. Karakterimin adı nə idi? Şeydə ala meşə Hə, gecə quşu. Gecə Gecə. sən gecə qurdu. sən deyirsən ki, indi Gecə qalın quşu. o heykəlləri var 3 dənə qalın ağac şəhidləri. O sənin atandır o. Çıxardıram canavarın Hə. əlinə. Bu da həmin yaşın dişidir. Mən uşaq olanda məni qoyub getmişdi. Da hamıya göstər ala düşür. Deməli o sənin Ya, mən bunu yaymışam, mən bunu yaymışam. Hə. Saz qapların atası olduğunu, ondan pul qazanmışam bildiyin. Elədir. Hə. Sənin atan özü Bəli. hörmət eləyir. Bildiyimə görə eləyib, amma indi bilməyəcək. Dədəm amma eləmirdi. Dədəm yox, babam eləmirdi amma. Deşiyə Hə. girmişdi. Deşiyə girib. Aton da meşəyə girib. Hə. Mən səni tanıyıram da. Pardon. Sən o dastanın yazıçısı deyilsən, o atam girdi deşiyə, atam getdi meşəyə, babam getdi deşiyə. Axımısınız? Hə. Maraqlı söhbətə keçirik. Axımısınız deməli, hə? Onu eşitməyən qaldı. Bir ara meme olmuş. Hamı bir-birinə deyirdi yəni. Bilirəm, çox viral bir Scrolllarda hamı şey. bir-birinə göstərirdi. Atırdılar. Evimə 3 dəfə atdılar pəncərədən. Bax bir daha buna bax, bir daha buna bax. Bezmişdim.
Saksuk qəzetində çıxartmışdıq, yadımdadır. Zordur. Bu dünyada mim var da böyle. Saksuk qəzetində çıxart. O şeydə yolda gedən yerdə kimsə gəlib skor alsın. Bir də bunu oxu. 6 saniyə sonra bağlanır amma. Bəli, Ağsaqqa. Hə. Zarafatdan kənara səndən bir şey soruşmaq istəyirəm. Soruş, Buradakilərin soruş. arasında çox fərqli görürsən, yəni sən belə gaming keçimin özünü zaten. Hə, maraqlı gəldi. Sən kimi adamın burada belə adamlarla nə məsələdir? Belə deyim də, qismət deyək, yəni ki, səhv insanlara güvəndik, səhv insanlardan iş gördük. Sən də şərlənənlərdənsən. Şərlənənlərdən deyək də, daha çox yəni mən biraz ailə bağlantılarımın qurbanı oldum deyək biraz, amma yəni bunun nə əlaqəsi yoxdur. LinkedIn bağlantılarımın qurban olmuşam deyəsən. Ailə, Ailə. qadın. Və uşaq problem. İndi biraz onu qarışdırmaq. Mən də bir tərəfdən Ay. qışqıram ki, kişi. Baxırsan ki, yəni Mən də qadın, mən onu də bir də demək istəyirsən, Və mən də elə düşünürəm. Tərsinə baxıram. Qadın, Sonra sən baxın mən də ki- başıma gəlib. Bu hardan tapmısan? İnanırsan özümüzü tapıb missioner. Yox. Yayınlardan bizlik də ölmüş düşünsən biraz. mən də uzaqdan belə eləyirəm də onlar. Mən də gülürəm sənə belə. Yaxşı, bu ağsaqqal adınız kişiliyə nə? gətirib qoyublar bura. Adımı soruşum sonra da dayı. Hə. Gülə-gülə zarafatoca geçmişəm. Mənim adım Babil deyə bilərsən mənə. Babil. Hə. Saz qapar. Ada ehtiyacı yoxdur bilirəm amma. Sağ ol. Qoca kişi hansı qoca? O balaca boy yoxsa o da balaca boydu. Nəysə. Hə. Hə, balaca sümükləri sayılan kişi soruşsan, nəyi soruşsan? Hansı kişini soruşurdum məndən? Qoca kişi kimdir deyirdim. Qoca kişi kimdir? Elf də şey Nurlan Elf deyil. soruşdu. Hə, okey. Mən elə bildim sən o sümükləri sayılan qoca kişini soruşsan bundan. Okey. Hə, Nəsə mənim neçədən sümük var. Bir də o deyin. o elf Hə. elf sehirbazdır. Qəndqabı, Qəndafi. Qəndafi. Adı biraz çətindir. Çilyar Qəddafi, Qəndqabı, nəysə. Siz mənə deyin görüm, sizin burada nə işiniz var? Mən baxıram belə sizə. Yaxşı sualdır. Yaxşı sual. Saqqal. Mən eşidirəm bu sualı. Bilirsən Eşitmək. necə Oradasan sən? Bilmirəm, oradayam. Gedirəm ora. Mən bu eşidib gedirəm. Hə, yaxşı, gəl. Bilirsən necədir saz müəllim, Babil müəllim. Biz sizdə mənim namım ətrafı gedib belə bizim sənət adamları üçün macəra axtarışı lazım idi də. Biz də istədik növbəti aranjировка üçün sözün mənasını bilmirsiniz, başa düşürəm. Narahat olmayın, bizim sənət Saz qapa bir tam yaptığında belə şeylər var. Yaptı abi, adam yaptı. Bu söhbətdə necə ehtiyac yoxdur. Mən soruşuram. Azız qaldıram. Dararara girdim pəncərədən, dedilər qapıdansan. Sənə də basdılar. Mən embarrass oldum. Hə. Cəmaatın Sənə də yanında basdılar. biabır. Hə canım. Soruşuram ki, ümumiyyətlə sən buradan çıxmaq istəyirsən, yoxsa yəni yəni biz 4 nəfər burada bununla məsələ həll edən adamlarıq. Lazımdırsa bizə sən də kömək elə, hamımızı çıxardaq buradan. Abi, bu sizə baxan yerdə bir də görürsən ki, qardaşım, divardan bir dənə tık səs gəlir. Gördüm, aha. Divar eşidirsən abi onu. Görürsən ki, bir dənə kərpicin biri oynayır arxa qabaq. Divarda. Neyinirsən? Gedib kərpici çıxardıram yerindən. Çıxardırsan yerindən. Bəli. Kərpici çıxardan yerdə, Çıxardan. kərpici çıxardan yerdə abi, içərinəsə, nağarsan, çıxartma kərpici, qoy qalsın, çıxartma, belə deyir. Kim deyir o? Kim deyir o? Səsindən eşidirsən, başa düşürsən ki, Məkidir. Yaxşı. Pardon. Eşidirsən mə? Kimdir o? Hə, Divirsənsən? hə, mənə. Hə, bayaq, hə, nəysə. Neyini Qulaq. nəsə tapdın? Hə, qulaq. Deməli. Çox babat şeylərə eşitdim burada. Birincisi burada kuxna yoxdur, siz mənə yalan danışmısınız. Birinci onu yox. Neyəcəm, azad Eşidirəm işlədim. zaten. Hə,
Yaxşı, ikincisi. Mək. İkinci olaraq deməli. Orada bir də işıqlı otaq var abi. Otağın içində də Abi ilə danışdı. Abi salam. 5 dəfə pendir Otaq var. get. Otaq belə qəribə işıqlı otaqdır. Qabağında da bir dənə goblin də yanıb. Bir də yan şeydə bir dənə qız var. Qız tək bir dənə cavan qız var, belə 14-15 yaşı olar. Onun hamının qabağında bir dənə əsgər dayanıb. O qızın qabağında 2 dənə əsgər dayanıb. Mən başa düşmədim o niyə elədi. Goblin, mən bunu eşidirəm. Yox, bu dəqiqə ancaq Abbas eşidir o. Sən açar tapdın bəs. Açarların hamısı otaqdadır. O otağa amma girməyə götüm satmadı. Çünki orada çox əsgər var idi ora. Ora girəmədim. Bu qapının ağzındakı qardiyanın üstündə açar yoxdur. Qapının ağzındakı qardiyanın üstündə açar var. O açar yəni ki, buranı siz də aça bilərsiniz bu arada. Yəni giriş-çıxış sərbəstdir bura. Nə? Nə danışsan? Boş ver. Giriş-çıxış Nə sərbəstdir. bilərik ki? Tualetə getmək deyəndə çıxardılar. Mən də qışqırıram ki, tualetə girmişəm. Risk. Oradan belə əsgər mənə deyir. Tualetə getmək istəyirsən? Kimdir tualetə getmək istəyən? Hamımız, bu 4 nəfər hamımız gedib tualetə girmişik. Başımız xarabdır. Nə 4 nəfər? Tualet 1 nəfərli idi. Başımız xarabdır sizin. Mənim. Heç eləyə bilmirəm. Hə? Dəstək lazımdır. Hə. Karizma çeki atıram. Kömür Birbirimizin tuturuq. Abi elə pis yerə dedin ki onu. Hə. Atayım karizma çeki. At. Görürsən avantajla düşür də bu. Yoxsa yox. Avantajlandı yoxsa yox. Karizma çeki. Nə gedir bu yəni? Məndə Oration, Performing Arts, Lore and Diplomacy. Performing Arts davay at. saz çalacaq. Yoxdan performing'in də görək indi. 13, 13. üstünə də 16. Əskər yaxınlaşır deyir ki, siz başa düşmədim. Yəni sizə onda tualeti boşaldaq onda. Hə. 4 nəfər Performing olmaq mümkün deyil yəni. Biz bet Ha, yəni yaxına bir dənə də şey deyirəm. 2-2 Məni gedin. tanıyırsan? Məni tanıyırsan? Hə. Səni? Saz Yox, sən kimsən? Saz qapar. Atam, Hə. dədəm girdi deşiyə. Hə. Yox, babam girdi deşiyə, dədəm girdi meşiyə. Saz qaparsın. Ala bə 3 nəfər olur. Yox. Hə, sən mən bilirdim səndə nəsə var. Mən həmişə səndən o vibe almışdım mən. Las dostum. Hə. Bizi burax 4 nəfər şey deyə mən sənə bizə bu şəxsi verəcəm. Yox, 4 nəfər mən yəni ki, Burada qoca kişidir. Mən qışqıram ki 3 nəfər. 3 nəfər olur bə 3 nəfər. Mən yatızdırıb silsəz də 2 nəfərdən artıq buraxamıram bu dəqiqə, yəni ki, mümkün deyil. Deyirsən şans var. Yox. Hayır. 2 nəfər. Bir şey deyim, mən bu içəri girəndə gözümüzü bağlamışdı yoxsa hə şeydir, müəllim, şeydir. Hə. Belə deyim. Mənim üçün nə edə bilərsən? Sən mənim üçün eləyə bilərsən. Biz ikimiz gedək, 2-3 gedək. Sənə mahnı yaza bilərəm. Mənə yaz. Şeylən, avala. Mən random NPC-yəm. Əskər.5 yəni ki, nə Divi- yazılsın? Bəli. Bəli. Əsgər, yaralı əsgər. Hə, yaralı əskər. Yaralı əsgər. Yaralı əskər deyib belə qoyur da, yaran da burada. Hə. Yaralı əsgər mahnısını sənin üçün özəl həsr edəcəm. Hə, yaxşı. Dördüncü Mən round. yemədim. Mən gəlirəm pıçıldayıram diviziyçi. Diviz şeyi götür, qəndafini götür, siz ikiniz gedin tualetə. Bəlkə nəsə eləyə bildiniz. Bu boyda burada bunun başını qarışdırmışam. Bir ağlınıza gəlmədi. Birisi gəlsin bunu nokta eləsin hə. Siz gözləyin bir Yap, dənə deyir. yap. Gözləyin, mən gedim bir dənə. Abi görürsən ki, barmaqların arxasından o qapının qabağında duran goblin var idi, deyirsən. Gedir o goblinlə nəsə danışır falan bu deyir, nəsə. Mən goblin dilini bilirəm, eşidirəm bunları. Yox abi, eşitmirsən nə danışırlar. Okay. Belə eləyir. Sən dinç dayan, sən da 2 dəqiqə. Sonra da axırda Bir dəqiqə. goblin də şey eləyir, axırda razı salır. Sonra əskər qayıdıb belə eləyir. 20 qızıl. Bizə deyir. Hə, sizə deyir.
Biraz sustur ala 20 qızıl. Bir dənə şeydir. Ha, it qapan tavernasını tanıyırsan? Qapan tavernası yox tanımıram. Görüm nə qədər qızıl Tanıdığım bir dənə var. tavernadır. Hə. Tanıdığım bir dənə taverna atıram da. Buraların tavernalarında bir loru bilmirəm deyə bir dənə taverna. Hə, bir dənə taverna istəyirsən belə random. Hə. Okey. Başqa nə taverna var idi deyən görək. Hə. Bir dəqiqə, mən girib şeylərin notlarıma baxım. Buradan GM stafflardan gözlə. Chapter 1-də də olmalıdır hər yer. Hə, müəllim, qardaşlar mehmanxanası var. Qardaşlar mehmanxanasında tağı kişi Hə. var. Mənim adımı ver. 20 yox 40 qızıl hörmət verəcək. Qardaşlar mehmanxanasında tavuk kişi. Sən bir dənə at mənə bir dənə. Nə? Nə at? Bu Sən random əslində olaraq Deception-da deyə karizmadan atılmalıdır Nurlan, hə? Deyəsən ha. Hə, Məndə bu karizmadan. diplomasi, deception diplomasi getmir də, deception başqa şeydir. Düzdür? Sən bu dəqiqə aldadırsan direkt adamı. On. Mən özlərimlə atdım. Uca əsəbləşirəm. Allah haqqı bunlara 7-8-4 Adət saat belə çıxadır mənə. Deyir ki, neyse, fikrimi dəyişdim. 30 qızıl. Okey. Olsun. İki nəfər gələk də. Mən bu qələndər yox, kim idi adı? Kilyar Hə. götürürəm qoltuğuma və çıxıram ki, biz ikimiz gələk. Siz ikimiz. Hı. Elf, ork. Yaxşı, tamam. El orq. 30 qızıl. Ork deyil, ork deyil, divdir bu. Bəyəş bir nəfər havayıdır. Abi buradaki Divor. orklarla divdə eyni şeydir yəni. Bunda giant yoxdur bizdə. Yox. Hayca. Bir nəfər getsin onda. Bu Kilyar adamını göndərək, elfini göndərək. Kilyarı göndərirsiniz. Hə, qoy getsin. Biz o qədər bad performing edirik ki, yəni random hər nəsə eləsə daha xeyirlidir. Mənə belə deyir da qardaş, mən durub indi elədirsə okey, tamam 10 qızla həll eləyərik. Ayaqlamaya atışın, atışın. Bir dəqiqə. Nə qızıl. Mənim hüquqlarım var. Mən sizi şikayət eləyəcəm. Qapını başlayırım yenə çırpmağa. Şikayət edəcəm sizdən. Söyləyir, götürür əlinə qılıncını yenə barmaqlıqlarına salır ki, bax, alnımın ortasından keçirlərəm ağsaqqalı yəni. Sən mənə Okey, Mən də gedib ağsaqqalımı müdafiə edirəm. Divişə baxıram, divişə baxıram. Divişə baxıram. Diviş. Göz qaş edirəm, tutsa Allah, tutsa. Bu qılıncı salmayıb əlindən içəri, əli içəri salıbdı və başa düşürəm. Şeydir, barmaqlıqlardan prosta şeydir, ucunu belə bir damcı keçirdirmiş kimi belə salıb ki, yəni istəsən belə ikisinin arasından keçirdərəm də bu dəqiqə kimi. Amma keçirməyib də. Başa düşdün? Əlimizi uzatsaq. Qardaşım, belə barmaqlıq buradadır, qılıncın ucu da buradadır kimi düşün. В общем. Biraz. Belə. Bir Əlimizi sən də var, uzatsaq sən barmaqlıqlardan bunu tuta bilərik. Mən də onu deyirdim. Əlimizi barmaqlıqlardan uzatsaq tuta bilərik bunu. Müəllim, indi barmaqların daha getmə ehtimalı daha çoxdur yəni. Sənə deyim. Okey, bunu əsəbləşdirmək üçün qayıt. Difficulty klası çox ağır olacaq onun. Dexterity ən yüksək adam kimdir? Məsələn, o ata bilər əslində qrupda. Amma barmaqlar gedə bilər. Kimdə ən yuxarı dexterity? Yəni o risk eləyirsiniz yəni ki, olsa belə də. Yox, mən eləmək istəmirəm. Səndədir Dexterity. Mən istəyirəm. Dexterity məndə 15-dir. Yox, onda deyil dexterity. Görünməndə Mənlə Kilyardadır. Onda 16-dır. Mənlə Kilyardadır. 16 ikimizdədir. Abi, oradan arxadan Babil şey deyir. Qayıdıb əsgərə deyir ki, şeylə, görüm kimi götürsün gözlə. Buna D4 atacağım deyən indi. Tamam. Deyir ki, götür ağsaqqalı, mənlidir, sən narahat olma. Belə eləyir. Pulunu mən əllə eləyəcəm. Nəysə abi, əskər də deyir ki, yaxşı, ağsaqqal, gəl. Gəl ağsaqqal. Açır qapını. Abi, açır qapını, amma qapını açanda da şey eləyir də, o birisi əskərlər də falan belə gəlib şey eləyirlər. Üçü belə qılınclarını çəkib dayanıblar yəni. 3 dənə əskər var idi normalda şeydə.
Okey. Hə. Mən qapıdan çıxanda qayıdıb fetçi alıram. Deyirəm Məki. Hə. Burada heç nə. Sonra başlayıram yeriməyə. Məkidən nə gözləyirsən? Necə bir şey gözləyirsən abi, denəmdən? Da çağırıram da durub gəlsin. Məki sənin gəlir yanıma gəlsin istəyirsən? Elə vaxt gəlsin ki, başqa heç kim görməsin, belə deyək. Ha, okey, tamam. O həll olar. Çağıl. Səni aparırlar Nurlan, deməli, Kilyar. Və həqiqətən də deyilən kimi görürsən ki, sizin zindan ən böyük zindandır, amma yanında bir də əsgər dayanıb. Və digər bir zindan var, o zindanın içini görmürsən, amma görürsən ki, 2 dənə əsgər dayanıb o zindanın qabağında. Və bir dənə də zindan var, o zindanın içində görürsən ki, qaranlıqda oturan 2 nəfər var, biri qozadır, biri cavandır. Oturublar prosta orada. Və şeyə baxırlar, sənə baxırlar belə gözləri belə. Yəni dəli kimi, manyak kimi sənə baxırlar da, yəni keçəndə sən. Və yanında da bir dənə otaq var prosta. Otağın qabağında Abbas getdi ala. Bəlkə internetə şey edir. Mən buna baxa bilirəm neçə dəqiqədir. 1 saat 20, 1 saat 90 dəqiqədə oynayırıq. Hə. Gələcək Abbas. Çıxaq bundan. Bu zindanda bir dənə test çıxaq, dur hesablayacaq. Abbas mən görürəm ki, Abbas şeydədir. Adı nədir bunun? Founder'dadır, bax. Şeydə görürəm. Yəqin gələr indi, nəysə. Deməli, müəllim, görürsən ki, yanında da bir dənə kişi var. Amma kişiyə baxırsan, kişi görürsən ki, digər əsgərlər kimi deyil də. Yəni bu kişinin çox böyük belə qəşəng belə armoru var. Sonra çox böyük bir qalxanı var. Yəni baxırsan ki, bu normal əsgərlərdən deyil. Yəni biraz fərqli bir adamdır. Deyən gəl sənə bunun şəklini də göstərim bu kişinin. Necə bir adamdır sənindir o kişini. Hə. Müəllim, belə bir adamdır. Görürsən ki, dayanıb orada. Əlində qılıncını çəkməyib. Dayanıb orada. Hə. Və gözləyir də, yəni ki, o qapının qabağında gözləyir. Uşaqlar tanıdılar bu kimdir, tanımadılarsa da keçdi. Sən zaten bilmirsən kimdir. Hə. Hə? Mən bilirəm. Abbas yadda deyil ki. Abbas Qayvir yadda deyil ki bu. Neyse yadda deyil. Heç nə. Gözləyir orada. Və səni oradan bura gətiriblər. İndi də burada da kartdır. Və səni gətirirlər zindanın sonuna qədər. Hətta zindanın sonunu belə sonunu düşünən zindana girənməz deyənəyiz. Görürsən ki, belə bir qardaşımız var. Goblin, okey. Gəlib şey deyir. Ağsaqqal, səndə hələ də işləyir nəsə? O nə demək? Bacımdan soruş deyəcək. Bu zarafatda edə bilir ki. Neysə, qobu səndən xoşu gəldi qobunun. Sən deməli. Sən mərdə görüm. Bu var idi də, keçən dəfə də. Bu Goblindir deyə adı qobudur. Deyir ki, sən mənə də görüm. Ağsaqqal, adın nədir sən? Adım səni, soyadım Skir. Hələ oynayırıq, yaxşı, rahat ol. Mən şəxsiyyətsiz adamam. Qovun heç nə qozunda deyil. Pulumu ver, üzümə sür. Amma pulumu ver də, yəni. Pulumu verməsən, onda yaxşı şeylər olmayacaq, neysə. Sən mənə də görüm, sənin necə matikalardan xoşun gəlir? Mənim haqqımda yayılan bütün informasiyaları təksib edirəm. Elə bir şey baş verməyib. 100% olmayıb. Yaxşı, tamam. Mənim babamın da nənəmin də şeyi var mənim. Qulaq, sən keç içəri, mən sənə uyğun bir şey göndərim. Nə var dedin?
Nömrəsini verə bilərsən. Hə, mən bilirəm də adamı tanıyıram. Sən keç içəri. Narahat olma. Nəyəşin abi? Səni keçirsən içəri. Epstein otası. Bu nədir? Abi, içəri keçirsən deməli. İçəridə deyəm. Yəni yox, bu işləmir. Nəsə xarab olub bu. Ya. Mən romansı vuracaqdım, getmədi nəsə bir. Təzədən qayıdarım şeyə. Öz mahnımıza, hə. Mahnı yarıda dayanıb ala. Hə, heç nə abi. Görürsən ki, çox belə işıqlı bir otağa gətiriblər səni. Deyirsən ki, elə bir türmədə deyilsən də, yəni. Hər yerdə belə paduşkalar, işıqlar, yəni qıraqda bir aura falan belə. Amma bir şeyə fikir verirsən ki, o bayaqdan şey eləyə bilmirdin. Heç bir sənin sehir gücün falan işləmirdi. Bu otaqda amma elə bir ki, o blokun açıldığı kimi hiss edirsən. Aha. Hə. Okey. Qəşəng. Və otaqda müəllim biraz gözləyəndən bu nədir? Bro, özüm ölüm deyirəm. Əgər underage girls falan gəlsə, I will lose my shit da, yəni prosta. Öcə ora doğru gedir elə bir. Yox. Narahat olma. Epstein özü gəlir. Epstein özü gəlir. İrilib, zombi halında. Didi gəlir. Didi gəlir. Bura bilirsiniz nə ola bilər? Epstein Island yox. Məsələn, Didinin, Epsteinin saxlandığı həbsxana ola bilər. Suicide həbsxanası. Adı nə idi oranın? New York Metropolitan həbsxanası. Hamısı oradadır. Maduro oradadır. Maduro orada. Maduro çıxıb belə də. Şey de oradadır. O Mario Isios'u öldüren. Luigi. Mario deyirəm o zaman Luigi. Abi mənə ayda bunlar nədir deyən görək. Birini tapıb Bu çıxar. nədir? Ben yıkmaz. Adamadım. Ha, okey, tamam, birini gəl. Burası hansı daha belə əyləncəli olur, onu fikirləşirəm dedi ya. Bu yaxşıdır. Sən bunu gətirirəm. Hə, müəllim, belə bir... Yəni baxı bağdan Müəllim, içəri belə bir qaqa şişirir. Belə eləyir ki, salam dəri. Ay ver, bu dəfə sən deyilsəndir. Baxır deyir, sən nə qocasın? Öyle. Bu ne da la? Demon Time'da böyle. Getdik. Mən şey deyirəm ki, ay baba çıx bayıra imkan ver işləyək. Çıx bayıra. Bax, əminsən bax, pulun batacaq. Baba nə pul, yeri çıx bayıra çıx. Bro biz hardayıq bro? What the fuck is going on da? Bizim karakterin hələ bundan xəbəri yoxdur. Təzə. Bax, çıxaram ha, bax. Son dəfə deyirəm. Getsəm qayıtmayacam. Mən heç kim qaytaranmaz bura. Bax, hal-hazırda 2 şansım var. Çıxastan, ya çölə, ya peysər. Abi şey deyir, harda gətirdim qoca kişini falan deyir, çıxır bayıra. Bir də görürsən ki, yəni bayırda belə səslər falan gəlir, belə nəsə belə bir şey. Yəni sonra qapını direkt qapını qobu açır. Deyən bu getsin də. Deyir ki, ağsaqqal, sən qobunu daşağıma sarımsan. Otağa tək girin. Sən mən nə demədin ki, bəs nömrəsini istəyirəm, al gətirdim. Otağa tək girin. Otağa tək girib, qapını açıb. Ha, okey. Sən otağa sala bilərsən necəsə. Gəl bura. Denən ki, Qobo, mən səni istəyirəm zaten. Ay, bilə. Mən daha spesifik bir şey istəyirəm. İçəri gir, sənə şəkil göstərəcəm. Hə,
Abi bir də görürsən ki, divarın belə pəncərənin qırağı yox da belə. Divarın ən küncündən belə Məki sənə baxır. Deyir ki, yəni ki, sənə siqnal verir, mən buradayam kimi. Sənə siqnal verir. Bip bip. Hə. Görürsən abi Məkini. Yaxşı. Bu qobu içəri girir ya yox? Qobu qapıda bu dəqiqə vəziyyət budur. Qobu qapıda gözləyir, Məki də ki divarda gözləyir. Qobu Məkini görmür bu dəqiqə. Məki qobunu görür amma səni də görür. Okey, əla. Heç nə də qobuya deyirəm ki, sən gəl bura, mən sənə spesifik bir şey göstərməliyəm. Mən elə bir şey istəyirəm. Nə, qobudan istəyirsən? Qobu versin sənə. Gəl, izah edəcəm. İzah eləyəsən, sən, hə. Mənim alnımda tupo yazılıb. Hə, Baxın. Abi, sən bunu belə deyirsən, Məki belə eləyir. Bana falan belə. Gedir abi, Məkiyə deməli, gedir qobunun qabağına. Belə başlayır şey kimi, ayağına falan dolaşmağa deyir. Falan belə eləyir. Qobu da əsəbli şeydir. Birdən-birə tiksinir falan gəlir, qaçır otağa, qapını bağlayır. sən otaqda mənləndir. Otaqda səyləndir bir dəqiqə qobu. Qəşəng. Ay be! Nəsə Sən belə demə. kəsdim bilirəm də. Ay can, Uje spell işlədə bilərəm də, hə. işlədə bilərsən, hə. Okey, qəşəng. Qobu da işlədə bilər amma. Hə. Bilmirsən amma. Hə. Niyə yaxşı? Mən şey demək istəyirəm. Magic missile işlətmək istəyirəm onun üstündə. Yuh, Magic Missile qobuya. Divara nə eləyir yetimi. Qobu ilə kombat başlasan mənim həqiqətən. Aha. Deyən görüm mənim Magic Missile necə işləyir. Heç nə də rol eləyəcəm. Və nəyə görəsə həmişə avantajım var. O da ki 1d4 damage eləyəcək, belə başa düşürəm. Hə. Müəllim, sən əlbi tam belə eləyən yerdə Qobu qayıdıb deyir ki, "Dayan, nə edirsən sən? Belə şeylərə ehtiyac yoxdur. Qobu sənə nə istəyirsən verər. Eləmə." İnanmıram bu balaca uğraşa. Magic missile. Dur, Qob. Ay bilə. Abbas yox deyirlər. Abbas qayıtdı, gəldi sonra. Gəlir indi, gəldi. Deyir ki, Qobu əlindəki şey eləyir, belə cibindən belə şey çıxardır, wand çıxardır. Dur, bax, əlimdə bax gör nə var, bunu sənə verərəm mən. Verim sənə bunu. Nədə o at bura görüm. Abi atır. Abi görürsən ki, bir şey istəyirsən, bir mənə knowledge at görüm. Aha, bir saniyə, Knowledge intelligence at mənə. Bəli, knowledge, intelligence, bəli. 3 mü? Bəli. 7. Mhm. Baxırsan ki, müəllim, sənə prosta qabağa taxtadan bir şey atıb belə, yəni. Çubuq atıb. Bu nədir? Mən iç adam. Öl bilət. Şey deyirəm. Sevgilim Magic missile. Heç də müəllim, atırsan Magic Missile-ı Qobu belə yana orada gəbərir yəni ki. Otağın zaten səsindən də heç nə başa düşülmür yəni qırağında. Səs keçir. Öldü. Abi Qobu yandı getdi yəni. Qobu qalar o Magic Missile-dan sonra. Alnı Magic Missile. Anyway, short. Şeydir. Nədir o? Üstünü axtara bilərəm, nə isə var. Abi üstünü axtarırsan, elə qızıl kisəsi var Qobuda. İçəridə 65 qızıl var deməli. Okey. Onu götürürəm. Bir də Bir də ki, başqa da yəni üstünü axtarırsan belə heç nə də yoxdur belə şey olaraq. açar zad yoxdur. Açar zadı yox, heç nə yoxdur, yox. Bir dənə magic elə item var idi sənə atdığı. Sən də başa düşmədin nədir. Detect Abi. magic bilərəm. Dedek magic'in var sən? Var. At, elə. Okey. Deməli, detect magic bilirəm. O dedek magic'in varsa elə onu eləyərdik də birincidən.
Ama ne bileyim neyse tamam. Qobu da ölməzdi yetim. Eyb yox, eyb yox. Success Okey. 24. Qəşəng. Aha. Qəşəng. Müəllim, baxırsan ki, bu direkt şey, sən zaten yəni ki, Wizard'ın apprentice olmusan da. Sən biraz bunu qurcalayandan sonra başa düşürsən ki, müəllim, bu shapeshifter wandıdır yəni ki, bu istədiyin adama çevirə bilirsən özünü. Amma gördüyün, tanıdığın adama da yəni. Ay belə ya, həqiqətən dəyərli bir şey verilmiş də yazıq Hə. Qobuda. Mən elə bilim yazıq. Okey. Hə. Deməli belə. Çubuğu götürürəm. Hə. Bu otaqda nə bilim belə yorğan döşək falan elə bir şey nəsə var. Paduşkalar var, belə rəngli paduşkalar. Ondan sonra da belə divarlar səs keçirməyən kubkalarla hörülüb və yuxarıda da bir diskoteka topu kimi bir şey var. Otağa belə rəng falan verir, mahnı çalır. Belə bir şeydir yəni. Okey, qəşəng. Abbas sağ qalmağa çalışır bir dəqiqə bilmirəm. Girir çıxır. İstəyirsən abi sən burada eləyən yerdə biz qayıdaq şeyə, zindana. Zindanda nələr baş verir bu barədə? Bunlar yaşananda. Prosta ki, mənə elə gəlir ki, mən burada elə bir şey eləyə bilərəm ki, artıq zindanda nəyin baş verib verməməyi maraqlı olmayacaq. Hə, okey. Yenə də oralara oynayaq yəni. Çünki bəlkə də onlar nəsə bir şey eləyərlər indi. Sən elədiyində heç mənası. Okey. Deməli, dönürəm bu ağ paltalı kişiyə, çünki bu bayaq bu dediyi məni saxla, yaxınlaşıram, deyirəm Asakal. Nə məsələ idi elə? Tanıyırsan bunları? Onlar məni tanıyırlar, mən onları tanımalı deyiləm. Yenə də mən məlumalı gəlir, sənin kimi böyük adamı nətər bura salırlar və niyə öz, belə deyim, tali və barışmış şəkildə oturmuşsan burada? Yenə deyirəm, yəni, taxt oyunları, ailə içi intriqa, yəni, bunları... Necə kömək eləyə bilərik sənə? Valla, sizin xüsusi olaraq mənə kömək eləməyiniz, yəni, üçün tək mənə heç eləyə bilməzsiniz. Elə başa düş ki, bugün sən bizə kömək edirsən. Yəni, Mən də o gördüyüm qədəri ilə bir bax eləyənməzsiniz kimi deyirəm, sən xətrimə dəyməmək üçün də amma. Ay belə. Hə. Okey, fuck it. Getdim bu şeylərdən birinə. Yox, bir dəqiqə. Bir dənə son bir şey eləyəcəm sonra. Bir şey soruşa bilərəm. Bir dənə dostdan birisi var idi orada. Hə. Onun dərdini yaxınlaşacağım soruşmaya. Okey. Hı? Hansının? Bir nəfərli daxil edirdim, dərd oturub izah eləyəndə adamlar. Hə, şey... Sümülər sayılan, yoxsa şey, dərddə oturanlardan biri. Bir nəfər dərddə otururdu deyirdin sən. Hə, okey. Əslində bunları belə üçü də oturublar, bir nəfər belə dərddə oturub da belə. Bunlar kimdir, nəticədə öyrənmək istəyirəm. Salam Mələk. Salam Mələk, salam. Salam Mələküm, siz kimsiz? Salam Mələküm. Siz kimsiz? Birincisi ağzını danışın, bir. İkincisi də ki, yəni sən baxır belə üzvə deyir ki, nəysə, sənə birinci günündür. Narahat olma, sənin də vaxtın çatacaq. Nə baş vermiş sənə? Sən xəbərin yoxdur nə baş verib bu türmədə? Yaxınlaşıram və elə say ki, hə, birinci günümdür. Başa düşmürəm. İzah elə. Gəl sənə belə deyim. Bu türmənin altında əslində elə bir yer var ki, ora bir dəfə gedən, bir də qayıtmır. Amma ki, səni əmin edə bilərəm ki, ora getsən əgər, deyərsən ki, kaş mənə dəliqalıya aparardılar. Yəni, Bəs sən orada oldusan? Mən oranı deyirəm də sənin birinci günündür. Ona görə başa düşmürsən, yəni ki, mən hər gün eşidirəm oranın səsini. Onların səsi hər gün mənim qulağımdadır. Yerin altındadılar, amma gəlirlər yenə. Yaxşı, onda sənə bir şey deyim. Diplomatiyanı sarıram. Bilirsən ki, birinci gün burada deyilsən, düzdür? Hər gün də səslərini eşidirsən. Bilirsən ki, növbəti sırada sən ola bilərsən. Hə? Sıradakı mənəm olsun. Bilirəm artıq. Gəl onda dəyişək bu məsələni. Sıradakı niyə sən olasan ki? Necə? Belə eləyək. Bu div köpəy oldu.
Hə. Div oğlu görsən bu div. Hə. Div oğlu divi görsən. Hə. O zaman çələ kimi şeydir. O birisi də bizim şeyimizdir. Hə. Worfumuzdur, pis onların namıdır. Magic missile. Hə, mən özüm də pis deyiləm, muskulu sıxıram. 16, neçə də 15 strength'im var ikinci divdən sonra çox məndən də. Belə eləyək. Sənin Plan. kimiləri çox görmüşük biz. Bilirəm, Hamısı birinci amma mənim belə kimi danışırlar. amma mənim kimi düşünən plan görməmisən. Mənim adım Saz qapardı. Hə. İndi qulaq as. Plan qururuq. Necəsən? Gəl burada bir xaos salaq. İçəriyə girməyi bizi ayırmaq üçün içəriyə girəcəklər. Açar birini də görmüşəm. Təkcə o bizə lazımdır, o yaxınlaşsın. Elə bir sən yoxlamamışıq. Mən elədik. Bizlə yoxlamısan? Elə bir sən yoxlamamışıq. Bizlə yoxlamamısan axı. Sən bilirsən neçə adam var orada? Ehtiyac yoxdur. Biz Ehtiyac yoxdur sən deyirsən demək. bəs deyilik, sən deyirsən bəs deyilik biz. Bunu indi şeyinlə oynayıram, iynələyirəm. Özgüvənli iynələyirəm. Sən deyirsən ki, indi zəifsən də bacarmarsan bu qədər adamla bir yerdə. Mən yəni sən pozitivliyi özünə saxla. Mən barışmışam artıq. Soxum da sərində zadvada. Dayan görüm. Abi, amma sən bir Activating inspire. Activating inspire qaqaş. Elə. Hanı bu pox. Deyən görüm ha. Nəylə eləyirlər inspire? Rüstəm düzgün oyuna qarşı gedir, yəni dirəşib ki, D9 neçəni atırdılar? O D9 yazmır. D9 nə idi bu? Mən görməyim. Spell, inventory, talent, improved presence. Presence effect becomes... abi mən donmuşam, yoxsa siz donmusunuz? We knocked. Sən donmamısan. Biz də Okay. donmamışıq. Heç kim olmayıb. Your presence effects become DC 9 to Abi, enact. sən DC 9 nə bildin- deməkdir? Hay can. DC 9 nə deməkdir? DC 9 difficulty class. Amir sənin səsin gəlir bizə. Nəylə rol Mən- edilməli? Videom donub, videom. Inspiration'ı karizma ilə eləyərsən də yəni. Siz hamınız Okay, but donmusunuz bu mən. DC 9 to enact Evet, duplicate nə seçim. deməkdir? Bir dəqiqə müəllim, öncə öz baxım ona əsas qaparat ya. Talentdə o. Can't use that effect again until you rest. Elə müəllim. Improved Yeah. presence var aşağıda da. Hə. Improved Upgrade'im var da presence presence-ə. Your Presence presence effect upgrade. become DC 9 to enact duplicate roll. Tamam. DC 9-ı ata bilirsən onda. Bu nə deməkdir? Yəni müəllim atacaqsan 9-u keçsə əgər atdığın, bu ikisindən ya inspire ya fascinate eləyə biləcəksən müəllim. Okay, D20 atıram da onda bir dənə. Hə. Karizma check-lə D20 atıram. Hmm. Hə. 10 oldum müəllim. Keçdi. Keçdin, okey. Inspire-əm, qalxıram ayağa, başlayıram inspirational speech verməyə hamıya, şey eləmək üçün. Deyirəm ki, gündə One- indi məlumat öyrənmişəm də. One target. Gündə hamının səslərini eşit. Hə, Amma one okey. target. Hə, tamam. Məsələn. Gündə hər kəsin səslərini eşidirsiniz. One Bunun target. altına gedən sağ çıxmır. Növbəti oturursunuz, sıranızı gözləyirsiniz ki, növbəti kim olacaq? Mən olacam, o olacaq. Amma ya hər gün dirəşmirsiniz amma buna qarşı. Hər gün buna qarşı dalaşmırsınız. Mən necə GM-ə protiv gedirəmsə, gərək siz də bu zindandakılara hər gün protiv gedəsiniz. Ölüm bahasına da olsa yadınızda saxlayın. Heç bir inqilab ölümsüz, qansız olmur. Abi sən bunu, Sazımı çıxardıram. sən bunu deyirsən abi. Orada o piyan olanlar da birdən-bir özlərinə gəlirlər. Deyirlər ki, biz türmədəyik, biz buradan çıxa bilməyəcəyik. O birlər də deyir, biz buradan çıxa bilməyəcəyik, deyir ki. Ölürük, sən də ölürük, şərəfimiz də ölərik falan. Abi, hamı qayıdıb belə eləyib, qışqırırlar birdən-birə ki, yəni azadlıq, azadlıq, azadlıq falan belə Ay, sağ eləyirlər ol. abi. Əskərlər falan şeylər. Bir də görsən ki, abi, yarımxan ucu kölgəsinə çəkilir belə ki, mənə poxa qatmıyor kimi. Abi, bir də kişi deməli, sən bunu eləyəndə əlindəki bakalı götürür belə, çırpır yerə belə. Atırın aşağı amvız. Dönürəm arxaya Bakın şapala aşağı. vururam əlimin tərsinə. Kişiyə vurursan çapalağı. Hə, sən öl, mən ki beynim çöndü, nə qədər olur, oturma burada. Dönürəm Abi, arxaya şapala Bir vururam. də mən olar ki gedib oturum yarımxandan, biraz söhbət eləyim yarımxandan. Xahiş eləyirəm də, qurban olubsa nə olar? Uca söhbətdən keçib. Abi, Şapala əlimin Okey. tərsinə qoyuram, lord. eləyirsən onu abi, tamam. Qışqırır. Strength 15. Əskərlər deyir və başlayırsınız deyən.
Göz. Bəs- Bu lazım idi bax bizə. Başım mən arxaya çəkdirəm. Bro, birinci oyundan hamımız ölsək, mən açılacam cür. Mən deyirəm buna. Birinci Mən oyundan arxaya hamımız. çəkdirəm. Mən Heç olmasa elə Gandalfi, arxaya çəkdirəm. heç olmasa Gandalfi başqa yerdədir. Ya da, Biri sağ qalacaq. planım Hər yaxşı şeyin bir sonu kimi, hər gözəlin bir ayıbı və hər yaşında öz gözəlliyi var. Bunlardan əlavə, hər əli silah tutanın silahı və hər silahı olanın da əli var demək düzgün deyil. Bu döyüşün hara gedəcəyini bilmək üçünsə nə ələ, nə də silaha ehtiyac yoxdur. 5 qram ağlı olan hamı əli silahsız insanların əli silahlı qüvvələrə qarşı necə aciz olacağını bilə bilər. Amma bura Shadow of Dark'dır. Burada disadvantage-ına atılan zərin çox yaxşı gəlsə, əlində heç nə olmadan da 50 silahlı əsgəri öldürə bilərsən. Və ya əllərindən də ola bilərsən. Bəzən də sadəcə masanın altına çöküb döyüşün bitməyini gözləyərsən. Bəzən isə yekə bir yarı div o masanı atar və düşmənlərin hamısını hərəkətsiz hala gətirər. Bəzən isə Alzheimerli bir qoca elf atılan yaxşı zərlər nəticəsində həyatda qalar və rəqiblərini səs keçirməz otağa kilitləyər. Bəzən də zərlərin yaxşı gəlməz və ən güvənməməli olduğun adamın başına and içəcək vəziyyətə gələrsən. Həyatda hər şey ola bilər, amma bura Shadow of Dark'dır. Burada olacaqları heç kim təxmin edə bilməz. Görürsünüz bir dəqiqə. Hə. Yes. Bunu görürük. Hə, tamam. Belə bir adamdır abi. Gəlib deyir ki, nə baş verir burada? Nə edirsiniz burada? Nə demir? Nə olub? Nə fox qaynadırsınız? Dağdəmir müəllim İndi bizə şou, təlim, qaçış təlimi. Qaçış halında nə etmək lazımdır? Qaçış Hə, halında nə bir etmək dənə lazımdır? öldür də onu qardaş. Qaçış təlimi. Magic Öldür də Missile. onu. Nağdəmir nə baş verir burada? Nə danışır bu? Magic Missile. Masa niyə dağılıb? Əsgərlər niyə yerdədir? Bunlara təlim keçirdim ki, bəs bu dustaqlar qaçsa nə etmək lazımdır? Onun əlləri niyə yoxdur? Realistik. O heç nə də. Çünki Realizm. bu bizim əsgərlərin necə bacarıqlı olduğunu göstərir. Bacarıqlı olduğunu göstər. Yaxşı, qulaq. Əsgərlər bəs niyə yerdədir? Bu da onların nə İmtahandan dərəcədə keçmədi. bacarıqsız olduğunu göstərir. Sən bir deception atmaq istəyirsən mənim. Çox zorladın yəni. Bizi təzəkkür şey kimi təqdim edərsən. Kim atsın, mən atırım. Sən Sən at. atmısan. Nağdəmirsən. Mən elə belə Və nəsə olsa qaçırıq yaxşı. Yaxşı. 11. 11. Aha. Successful üçün hesabı. Sən belə baxır, görür ki, Nağdəmirsən də amma. Yəni çox da belə bir şeylər sezir amma deyir ki, Nağdəmir. Yaxşı, əsgərlərə deyir ki, əsgərlər, durun bu zalın qabağında. Nağdəmir, sən də bizimkiləri götür. Gəl düş dalımca deyir. Və nə edirsən abi? qaçaq. Mən deyirəm ki, Vaxtı deyir. Bir dənə- Vaxtı. Hakim bizi Buranı- gözləyir. bir dənə buranı səliqəyə salım, hamını öz yerinə qoyum, gəlirəm. Hə, əsgərlər eləyəcək o, sən narahat olma. Sən bu təzə gətirdiyimiz burada bir dəqiqə deyəlim, ağsaqqal dayı var idi. O nə oldu? Hani o? O ayaq yolundadır, gələcək indi. Ayaq yolunda gələcək deyəndə ki, yəni ayaq yolunda bəlkə ölüb qalıb orada, qoca kişidir. Gedib baxın ona yəni. Gedib baxaram mən indi. Nəysə, qoca kişi də heç mənim onun yəni ki, bir xeyri də dəyməyəcəkdi. Əsas bu üçü lazımdır. Bunlar cavandılar. Götür bunları, gəl dalımca. Əsgərlərə də deyir ki, qapını bağlayın deyir. Arxadan və sizi üçümüzü götürür deməli. Və Nağdəmir də yanında. Və istəyir ki, şey eləyəsiniz, izləyəsiniz də onu. İzləyək, nə bilmirəm, başqa eləməlisə. Gedək. Yəqin ki bu nəsə söhbət var. İzləyin abi də eşit. İzləyək də bro. Sonra izlədik, söhbətdə qutardı. İzlədiniz müəllim. Gəlirsiniz, bu şeydir də artıq da
Sözü gəlin epizod. Kulminasiya. Şeydə cliffhanger'da saxla da. Mücahid. Kulminasiyadır. Hə. Müəllim, gəlmisiniz. Bir dəqiqə Nağdəmir də burdadır amma. Amma Kilyar zaten Nağdəmir kimi gəlib deyə burada deyansın gəlir. Hə. Gəlmiş Prosta hakimin gəlin. qabağına. Hə, hakimin qabağında orada. Nağdəmir- Hə, burada bağlayırsa burada 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 qapını oynayan sındırıb çıxmağa nə qədər vaxt alacaq? Hakim kişidir. hakim adı Mikahdır. Miço. Hə, Mikah tərsinə Məncə qədər bu hakim hissə olur. qalan bu hissə gələn dəfəyə qalsın da yox. Məncə. Bro Tamam. 3 saatdır. Okey, nə tər istəyirsiniz? Okey, tamam. Onda bugünkü bölümü sonlandıraq və ənənəyə də uyğun olaraq Məhəllə. təbii ki. Birinci bölümümüz sona çatdı. Nurlan Abbaslı bizlə idi. Rüstəm Səfərli, Aymir Aydınlı və Abbas Ramazanov. Arada gəldi getdi, amma yenə də bizlə idi yəni. Mən əmin deyiləm ki, Abbas bu dəqiqə bizimlədir. Və DM Qəhrəman Əkbər. Qəhrəman Əkbər. Sağ olun. Gələn dəfə yeni bölümdə görüşənə dək.